Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe kitapların 466. bölümün başlığı. Xeyirli olsun. Bir neçə saatdir bu günləri dünən oxuduq, keçənki cələsədə oxumağa çalışdığımız kitabın əslini axtarırdım. Çünki biz keçənki cələsədə əlbəttə bir seridə öncələr yadıma gəlir ki, bu kitabı oxumuşduq. Sıffətü Səfa Şeyx Səfiyyəddin Ərdəbilinin haqqında yazılmış kitabı bu ikinci dəfə idi ki oxuduq. Amma biz Təbriz kitabxanasından indirilən və dostlarda səhifələrində qoyduqları sadəcə 9 səhifəsini görmüşdük. Ya 18 səhifəsini görmüşdük. Baxın görün neçə səhifəsi var idi. 18 səhifə ki 9 vərəqdir. Onu biz görmüşdük. Və onu çalışdıq oxuyaq. Amma bu günləri çalışdım onu tapım. Dünənləri də bir 20-30 dəqiqə çalışdım, olmadı. Bu günləri çalışdıq. Fikirlərim ki 2 saatdan çox onun üzərində çalışdıq və sonunda kitabı tapdıq və indirdik və mənə bir ayrı şey qazandırdı. Dostlar, bu günləri o kitab səbəb oldu ki, mən əvvələn Google'ın yeni bir yeni bir sistemi ilə tanış oldum. Ki orada göstərəcəyəm burada bu günləri sizə. Ki burada mən gəldim Google'ın səhifəsini açdım və orada axtarış elədim. Görüm eləyə bilsəm o axtarışı. Burada görürsünüz axtarış elədim. Axtarış eləyəndə mənə yazdı ki, istəyirsən bunu AI-dan kömək alasan. Tamam, sevinə dedim və beləsi bir sistem gəldi qarşımıza. Nə olubdur? Aha, qalanı budur. O halda ki bunun saatlarca bunu danışmış, yəni 2 saatca bu mənə köməklik elədi və mən bunu üstündə işlədim. Nəhayətində mənə çoxlu köməklik elədi. İslam və qeyri-İslam, müsəlmanlar və qeyri-müsəlmanlar dünyasından bir çox kitabxanalara mənə link verdi ki, eləyə biləm orada şeyləri görəm. Telegramda kanalları görəm və kitabları oradan indirə biləm. İstədiyim kitabları tapıb, axtarıb onlardan tapa biləm. 100-dən çox mən kitabxana tapdım. Fəqət bu üstə Məxdutatın Türkiyə deyə bu 3 dənəni görürsünüz. Sonra aşağıda indi bunu siləndən sonra burada bu şeyləri görürük biz. Bugün indirdiyim Məxdutat Həmidiyyə Türkiyə, Sultan Həmidin adına olan Məxdutat Tekki Murad Bəx Buxari Türkiyə, Məxdutat Məktəbət İftai Türkiyə, Qənat Məxdutat İslamiyyə, çox. Əgər diqqət eləsəz 100-dən çox, hətta indi burada onları deyim, Məxdutat Sən'a, Məlik Səud ibn Əbdüləziz, Tokyo, Japon, Cami-ül İslami, Nəfais Məxdutat İslamiyyə adları, yəni görüm əgər eləyə bilsəm. Bunları bir baxın, sürətlə əlbəttə eləyə bilsəm, buradan gedəm. Cəlib budur ki, mən bunu başarmıram ki, bunları necə üstündən gedim sürətlə. Tokyo, Cami-ül Kəbir, Yəmən, Sən'a, Cami-i Əl-Məlik Suud ibn Əbdüləziz, Əfəndi, Hudayi, bunlar böyükdür. Atif Əfəndi, Hudayi Əfəndi, Cami-i Yıl, Camiət-i Yıl, Yılda Üniversitesi ki vardı Amerikada, onun kitabxanaların onlayn bölümü, Məxdutat Məktəbətül Vətəniyyə Fransiyyə, Fransənin milli kitabxanasının əlimizə gəlir, Tunisin milli kitabxanasının cına Topqapı
sarayı ki, çox önəmli idi mənim üçün. Məktəbətü Sultan Əhməd Salis Beqəsri və Mühtəfi Topqapı. Məktəbi Məxduat İmbruziyana. Bu İmbruziyana bilmirəm hara olacaqdı. Birinci dəfədir bu adla tanış oluram, bilmirəm. Məktəbətül Vətəniyyə Filistiniyyə Əl-Məxdutat. Filistinli milli kitabxanalar, məxdutələr əlbəttə. Bunların hamısı məxdutələrdir. Məktəbətül Məxdutat, Məktəbətül Vatikan. Vatikanın kitabxanası. Məxdutat, Məktəbəti Hil. Hil Üniversitəsinin İngilistanda fikirlərim olur, onun getdikcəyinə Təhdisat-ı Məxdutat Liden, Liden danışgahının ki, zahirən Təbəri rəhmətliyində 19 cildlilik kitabı buradadır, ya 18 cildlilik kitabı bunlar. Liden, üzr istəyirəm, bu İngilistanda deyil, bu Hollendidədir. Liden, Hollendidədir. Bunlar 1876-77-lərdə filan qərara gəliblər ki, Təbərinin, Allah rəhmət eləsin, onun yazdığı kitabları ki, hərəsi bir yerdədir, bəlli deyil hardadılar, onları toplasınlar, bir kitab eləsinlər, həm də sansursuz. Yəni, məsələn, şiələr əl aparırdılar içinə, sünnilər əl apara bilərdilər içinə, o birisi, bu birisi, şahlar filanlar. Bunu gəldilər, hamısını topladılar və bunun, əgər səhv eləmirəm, fəqət 3 cild fehristi var. 3 cild fəqət fehristi var, 16 cildi də kitabın özü olubdur. AI yazır ki, yəni Google yazır ki, əl aparmayıblar, heç zada dəyişdirməyiblər və sadəcə bir-birinə bunlar bir-birinin dibinə qoyublar və bunu çap ediblər. Bu ki vardı, bu çapdır əlbəttə. Cəlibdir, bu Təbərinin əl yazmasının çoxu gön ya dəri üzərində yazılıbdır. Mən bir-iki dənə əks gördüm, çox həyəcanlıydım. Çalışacağım ki, onları indirəm, sizə göstərəm. Liden çox böyük iş görübdür əslində. Milyonlar dolar ehtimalən xərcləyiblər, ta eləyə bilərlər ki, dünyada Hindistandan, Osmanlıdan, Misridən toplayarlar bu kitablar ki, dağınıq idi, hərəsindən neçə cild, hər kitabxanada bir bölümləri var idi. O bölümləri toplayarlar və yığarlar. Cəlib budur ki, məsələn, Köprülü kitabxanasında ki, adı da ehtimalən körpü düzəltdiyi üçün məşhurdur. Onun kitabxanasında bundan neçə nüsxə var imiş. Bəzisi 100 səhifə, bəzisi 900 səhifə. Və mən bir dənə də məlumat gördüm ki, deyirlər bunun 30.000 ilə 80.000 arasında səhifəsi var. Amma diqqət buyurun, İslamdan 302 il sonra yazıya başlayıbdır. Yəni o zamanacan və çoxu da müsəlmanların əvvəlki ərəb əlifbası yaradıblar, o dövrün əlifbası iləndir. Yəni, bu cür deyil ki, çoxca rahat ola bilsin. Nəzif Əfəndi kitabxanasına Türkiyədədir. Xəzanətül Məxdutat. Bu da çox önəmli bir şeydir. Xəzanətül Məxdudat Şiiyyə. Bu da vardı, buna da üzv oldu. Xəzanətül Məxdutat. Əslən, bu özü bir ayrı bir kitabxana, yəni xəzanədir. Amma bilmirəm hangi məmləkətdədir. Mərkəzi Xəzani Nəfaisül Məxdutat. Bu da nəfisləri toplar. Və ondan sonra Məxdutatun Ərəbiyyə fi Məktəbəti Cami'i Mişiqan. Universitet Mişiqan Universitetində vardı. Oradakı əl yazmaları dünyadan alıblar, yığıblar ora. Orada onu da eləyə bildik, onun da kanalına üzv olaq. Buradan Certiped kanallara üzv oluruq. Buradan bizə yaxşı kanallara üzv olmaq imkanımız olacaqdır. Əl-Məxdutatun Ərəbiyyə fi Məktəbəti Cami'i Harvard. Harvard Universitetəsində olan əl-məxdutat da, məxdutat ya əl yazmalar. Sipəhsalar kitabxanasının da İranda olur. Onun da üzvü Miras-ı Xətti Şiə. Bu da
İrandan şiəlik üçün nəsx-i xətti təşrişli məxdudat və mühəqqqiqə, bu da İrandadır. O mühəqqqiqə xətlər, yəni əl aparıblar içinə. O kitabları değişdiriblər. Hala adına qoyublar təsih və tənqih deyə, vəli değişdiriblər. Yəni əl aparıblar. Əsli kitablar deyirlər. Ondan sonra feylən bunlar. Çox mənim üçün önəmli oldu bu günləri kitabları axtarmağa. Məsələn, elə bu günləri ələn şeyi axtarsaq, məsələn, Təbərinin tarixi el-Rusuli vəl-Muluk heç də gətirmədi, calibdir. Tarixi Təbəri yazaq görək necədir. Əlbəttə bunun adı fərqli olduğu üçün gətirmir. Çünki adı uzundur. Bəzi yerdə Ər-Rusul vəl-Muluk yazıblar. Məsələn, biz gördüyümüz ki, amma mən bir-iki yerdə gördüm ki, çox uzun adı var. Onun üçün tarixi Təbəri yazaq görək ki, Təbəri tarixi ilə nələr gətirir. Baxın, burada indi feylən, məsələn, bu haradır? Görək biz bu kitabxanaya üzvük yox deyilik. کانال اصلی رو حتما داشته باشید که فیلتر شدیم گمان نکنم فلان بالای 1000 تا کتاب صوتی رایگان جذاب bu ehtimalen burada Təbəri burada qoyubdur amma bu səsdir. Bu səsdir. Hər halda bu da bir şeydir, adam eləyə bilər qulaq assın. Bunu da tutmayaq, qırağa atmayaq. Tarixi İslam, bu da Tarixi İslam kitabı Tarix Təbəri. Bu da yine İran'dadır zahirən. Tarix Təbəri 16-cı cildi 15-14. Əlbəttə yazıb bedun lisanslı Muhammed ibn Cərir Təbəri. Amma bu İranda tənqih olubdur. Yəni əl aparılıb içinə. 14, 13, 12, 11, 9, 10 yoxdur. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. İndi burada görürük bunları. Amma bundan sonra şey yoxdur. Calibdir, fəqət bunları qoyub. 10-incisini də qoymayıb. Bu hər kəsdir. Bu işi görübdür. Amma bu, indi mənə bu iş gələcəkdir ki, bu kanal tarixi Təbəriyi məsələn 16-ya baxsaq biz, görək ki, bu tarix farscadır ya farsca deyil. Bunu baxarıq, download edirik. Ondan sonra bir ayrı tarix Təbəri açıbdır burada. Tarixi Beyhəqi cildi 7 nevisəndə Beyhəqi cildi əvvəl, cildi doğum, cildi 7 burada qoyubdur. PDF صوتی cildi دوم, cildi əvvəl bəxş əvvəl nevisində Beyhəqi belə bir şey gətiriblər, qoyublar. نام کتاب نوشته ابوالفضل بیهقی است که موضوع اصلی آن تاریخ. البته bir dənə da Beyhəqi deyilir. Beyhəqi həman şeyi götürübdür, yazıbdır. Yəni farsıya çeviribdir. Burada da bu fikir falan bəhman ki, bu da bir hərfə bir kanaldır, pis deyil. Orada burada bəlkə bəzən bir kitab görə bilərik. Burada da tarix kimi qoyubdur. Tarixi Təbəri cildi payان cildi 15 ki, burada əslən ehtimalən şey olmur. PDF tarix Təbəri 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 kulli məcmui در یک fayl. Bu da bir faylı da 15'in qoyubdur. Çox calibdir. Bu çox böyük bir fayl ola bilər. Farscadır əlbəttə, ehtimal verirəm. Amma burada üstdə nə mənədir? Bunlar nə mənədir? Telegram mı? Avayibuf. Avayibuf şeyin kitabı olacaqdır. Səsdir ehtimalən. Avayibuf bunlar nə mənədir? Çox yekə bir şeydir. Mən deyirdim, bu fikir ola bilər, amma ola bilər ki, bu olmasın. Tarixi Təbəri. Əcəba bunu biri oxuyubdur bunu. Ola bilər ki, biri bunu oxusun, çünki bəllidir, hər cildə neçə dana səs var. Ehtimalən bu səsdir. Bu da pis olmaz. Tarixi Təbəri, Soğuti, Şəhri Kitab. Şəhri Kitab özü hər halda bəzən satmaq üçün qoyur, amma yaxşı bir kitab mərkəzi ola bilər. Yenə də burada səsləri qoyublar. Yəni
Bunu görürük burada tarixdə bu mərcə Umde Tarixi İran ta əvvəli sədə 4 هجری است. مجله اینترنتی آوای بوف همچنین این کتاب مأخذ عمده بسیاری از کسانی واقع شده است که بعد از تبری به تألیف تاریخ اسلام اهتمام ورزیدند. Tamam, bu da onu göstərir. Bizim üçün də Azərbaycanlılar üçün önəmli kitablardan biri ola bilər. Tarixi Təbəri Təzəşdən bu da yenə qoyulub. Burada bunların da adı da Tarixi Təbəri deyirəm. Kanalın adı Tarixi Təbəri 16-cı cildidir və bunlarda görürük. Əcəba bunun da izafəsi yoxdur, elə bu qədərdir. Və bu da Tarixi Təbəridir. Ehtimalən aynı olmasa da Tarixi Təbəri cildi 13-əm, 12-əm. Burada görürsünüz. Tərcümeyi kim? İbrahim Əbulqasim Payəndə. Görürük ki, bu adam şey eləyibdir. Mən fikrimlə əvvəlin adam da ki, tərcümə edib budur. Amma bundan sonra çoxlu adamlar bunu tərcümə eləməyə çalışıblar. Burada da o cildiləri görürük ki, qoyublar və Tarixi Təbəri, Behruz Rəzəvi məsələn, burada səsi ehtimalən onundur. Görürük burada da tarix həman kitabın üzündə çalışıblar və bu da elə bir tarix təbərini sadəcə qoyubdur. Pis deyil. Bu qədər görər, fikirəm ki, ehtiyacı yoxdur, onlar təkrardılar. Məsələn, biri götürüb öz kanalına da qoyubdur. Hər halda çox gözəl bir günü başladıq və məncə çox önəmli oldu. Amma ən önəmlisi budur ki, bu günləri neynədik? Gəldik kitablardan Şeyx Səfinin haqqında yazılan kitabın hamısını tapdıq. Hamısını bir yerdə tapdıq və indirdik. Bunu da indirmək üçün internetin özünün bir şeyi var. Arxayvi var. Arşivi var. Görüm o hardadır. Qoymuşdum ki, aha burada. Yox, bu deyil. Aha, budur ha. Buradadır. Əlbəttə donation istir. Yəni deyir ki, ən azından $10 verəmirsən, azdırsa $50 köməklik elə, ya da ki, çox köməklik elə. Ən azı da deyir ki, heç olmasa 60 sent köməklik eləcinə, yəni Kanada doları olur $1 köməklik eləcinə, amma müftə də qoyur götürəsiniz. Mən özüm müftə götürdüm bunu. Amma bu kitab, bu mərkəzin ərzişi vardı ki, buradan biz buna pul ödəyək. Mən də buna ödəməyi düşünürəm ki, bunun üçün bir aylıq düşünürəm. Çünki çox önəmli bir mərkəzdir və 1 trilyard səfhə mən gördüm haradaydı, əgər onu görə bilsəm. 1 trilyard səfhəni bu müftə qoya bilir ki, biz götürək və onlara baxaq. Mən də buradan indirdim. Diqqət buyursanız, burada 3 dənə faylı var. Burada vururuq birinci cildi, elə görürsünüz cildi ki, bizim var idi, o gəlir. İkinci, əlbəttə Təbrizdən götürüb, bu da cəlibdir ki, Təbrizdəkilər bunu götürə bilmirlər, ya biz götürə bilmirik. Bu ikinci bölümüdür və bu da üçüncü bölümüdür ki, mən bunların üçün bir yerdə indirdim. Burada da müxtəlif şəkillərdə bunu indirə bilərsiniz. Yəni, faylı salıblar, amma onu neçə dana 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 formatda, hətta 14 formatda eləyibdir ki, eləyə bilərsiniz 38 faylın 38-ni indirəsiniz, yəni hamısını, ya da ki 8 fayl indirəsiniz ki, mən 3 faylını indirdim, çünki PDF-ini indirdim. Və bizim üçün bu məncə yetərli olacaqdır. Burada indi hər üçündə açıram, bu bir əvvəl ziyarət edirik. Bu bizim üçün bir ziyarətdir, mənim şəxsən özüm üçün bir ziyarətdir. Bu ikinci cildi və bu üçüncü cildi. Və vaqəən ziyarətdir. Yəni, bir dənə əski əlyazma kitabı görürük ki, 500 il bundan qabaq dünən tapdıq əsli tarixin, əgər onu mən tapsam, bunun əsli tarixini tapdıq ki, hangi gün yazılıb hətta, onu tapmışdıq. Bu Hal-i Şeyx tarixində əbcədlə çıxanda 949-cu ildə yazılıbdır. Ki, oldu necə?
949 hicri, yəni 499 il bundan qabaq yazılıbdır. İndi burada biz nə görürük dostlar? Mən icazənizlə bunu geçəldim, səhifəni kamil səfədə görək və ləzzət aparaq. Diqqət buyursanız, kitabın cildi yarım çıxdı. Yəni kitab çox şey görübdür. Və mən hala mötəqidəm ki, bunu qazma ilə dəliblər. Çünki kitabın ən sonuna qədər bu dəlik görsənir. Yəni 4 yerdən ki, buna külüklə vurublar, bunu aradan aparsınlar. Bu kitab Hüseyn Nəxcəvaninimiş əslidən. Əsli Hüseynin, Allah Teala rəhmət eləsin. Yəni bu adam dünyada axtarıb bu kitabı tapıbdı, saxlayıbdı və sonra da Təbriz Milli Kitabxanasına veribdi. Təəssüflə bir böyük xiyanətlə bu Təbriz Milli Kitabxananın adını Kitabxanayı Mərkəzi Təbrizə çeviriblər. O halda ki, mən gördüm İsfahanda və bir neçə yerdə Milli Kitabxana adı qalır hala. Və bu da Təbrizlərin qeyrətsizliğindandır. Təbrizlər, mən mötəqidəm. Təbriz düzdür Azərbaycanın mərkəzidir, düzdür fikir mərkəzi olubdur, amma Təbriz özü fikir mərkəzi deyil. Təbriz idari bir mərkəzdir və idari mərkəz olduqda həmişə mühafizəkarlar mərkəzidir. Onlar ki, Təbriz adına bir iş görüblər ciddi, onların heç birisi Təbrizi deyirlər. Ayrı yerdən Təbrizə köçmədilər ki, onlar da sonra mühafizəkar olacaqlar. Məsələn, Səttarxanın ailələri Qəradağlıdırlar. Amma o zamana ki, Təbrizə köçüblər, məşrutədən sonra mühafizəkar olublar. Mən Səttarxanın işini təsvir eləmirəm, əsla doğru deyil, çünki Türkün əleyhinə farsların oyuncağı olubdur. Yəni, mən bunu qətlən inanıram ki, framasonların oyuncağı olubdur. Və framasonların adlarının 11-i ki, məşrutədə şeydə huzurları var idi, Səfarət İngilisə, onların 11-inin adını çıxartmışam. Səfarətə gedənlərin çox bir uzun, gözəl bəhs eləmişəm AI ilə, onu bəlkə bir gün səsə çevirdim, qoydum. Məncə çox önəmlidir, biz onları bilməliyik. Hər halda, bu birinci cildə bir baxaq, dostlar, baxın. Biraz da şeyi gözəldir, yəni şəkli gözəl görsənir mənə. Dünən biz buradan oxuduq və buradan sonra oxuya bilmədik. Nədən isə dünənkində də bu 3-cü səhifə gələndə beləsi qərəlirdi. Bura qərədir və əcəba orada vəsətdə bir səhifə yoxdur, bilmirəm. Sonra davam edirik, diqqət buyursaz, hər neçə səhifədən bir belə qərə olur zahirən. Baxın. İndi mən bilmirəm, orada, məsələn, burada səhifə yoxdur, ya nə olubdur? Amma onu buradan bilə bilərik ki, məsələn, burada əlbəttə bu Kim Həzrəti, gəlir burada Kim Həzrəti, ondan sonra yoxdur. Bunun arxası bu olmalıdır. Bunun da Şeyx Əxi, bu da bu davamıdır. Yenə burada yoxdur. Bunu da bilmirəm ki, bunun arxası budur ya yox. Yəni biz görürük ki, bu birisi səhifə hangisi ilə başlayacaq. Amma arxasını görə bilmirik. Onun üçün də bilmirəm ki, bu məsələn ələn düzdür buracan. Amma burada qərədir. Səhifədə hesab olmur zahirən. Bilmirəm, yəni səhifə hesab olur ya olmur. Hər iki səhifədə bunu görürük. Diqqət buyursaz. Amma xətti çox gözəl və oxumalı bir xəttinəndir. Hər iki səhifədə bir var. Yəni o qərə hər nədirsə, hər iki səhifədən bir var. Bu da biraz məni şəkkə salır da. Yəni, kitab, diqqət buyursaz, indi bunu istəyirəm burasını da görsədim, bunu çıxsaq əgər buradan. Buradan çıxsaq, beləsi eləyəndə olmur. Calibdir. Bunu beləsi, yəni kiçik vəziyyətdə baxanda o qərə səhifə olmur. Bu gözəldir. Mən orada da baxanda, əslidə də baxanda bu yox idi. Amma nədənsə yekə olanda, yekəldəndə belə bir qərə gəlir. Diqqət buyursaz, kitabı indi baxırıq. 4 yerdən bu qazma, mən dediyim, külük dediyim yerdən səhifədə görürük. 2 dana, yəni 2 dana elə bir vurulubdur külük. Biri buradan, biri oradan. Və bu 2 yerdə başdan başa gedir. Yəni kitabın əvvəlindən sonuna qədər bunu mən görmüşdüm. Birinci dəfə bunu biz ziyarət edək, əvvəl tamam səhifələri görürsünüz, səhifələr qıraqdan cırılıb falan, tərmim eləyiblər bunu.
çox əla bir kitab, çox əla xətt. Səfəvinin ən mühüm sənədidir bu və Cığatay türkcəsində Cığatay türkcənin ədəbidir. Deyəndə deyək ki, Cığatay türkcənin ədəbi və yazı dilidir. Bu məncə beləsə ayırmaq bunu çox yaxşıdır. Bu əgər diqqət eləsəz üstə 108 səhifəni göstərir və biz bilirik ki, bu kitabın hər səfəsi 2 dənədir. Yəni 216 səhifədən ibarət birinci cildə baxdıq. Üzr istəyirəm, bu birinci cild buraydı. Bu birinci cildidir. Bəli. Tamam. İkinci cildə baxırıq. Bu 140, yəni o 100 neçə idi? Bunun səfələrini yazaq. Burada da hesablayaq. 108 artı əlavə edirik, artırırıq. Burada 145'dir. Yenə 145 artı əlavə edirik. Nəyi? Bu da 198. Tamam. 198'i də artırdıq. Cəmən oldu 451. İndi bu olur 900. Bunu gərək 2'yə çalaq da ki, olsun düz gəlsin. Çünki hər səfədə 2'dən idi. 902 səhifəlik bir kitab ki, mən dünənləri bunu demişdim ki, bu 1000 səfədən çoxdur. Amma burada görürük ki, 900 səhifədir. Çünki mən bunun fehristini fəqət gördüm. 6 səfə bunun fehristi var idi. Pəs bunun 900 külli səfələri yazsaq, səfələri 902 səfədir. Bu çox önəmli bir şeydir. Mən çalışıram ki, indi bu kitabın ikinci cildin ziyarət eləyək. Nədən eləyə bilsək bunu? Qərə olmasa beləsi çox gözəl olar. Amma qərədir də, maalesef qərə göstərir. Bəlkə yavaş geçsək o bu gətirər. 6-cı bab. Yox, gətirmir. Elə buradan çıxaq eşiyə. Ən yaxşısı budur ki, buradan çıxaq eşiyə beləsi görək. Kitabı bir beləsi ziyarət eləyək. Mənə şəxsən mən elə bir ki, getmişəm Məkkiyə. Yəni bir dənə əski kitabı görmək məndə bu həyəcanı yaradır. Elə bir ki, ziyarətə getdim. Burada kitabın içinə su gəlibdi, nə gəlibdi, bir şey düşübdü ya bir şey qoymuşmuşlar arasına, islanıb rəngi çıxıbdı kitaba və təəssüflə bəzi yazıları da oxumaqdan salıbdı. O birisi səhifələrdə bunun rəngi keçibdi. O cırıq yerlər burada görsənir. Diqqət edin, bu cırıq yerlərdən gəlmişmiş orada bir şey. O cırıq yerlər, çülük yerləri hala devam edir. Bu ikinci cildə getdikcə azalır elə bil. O cırıqlar burada azaldı. Qutardı təqribən. Təqribən burada kitabın ikinci cildinin 60-cı səhifəsindən bəlkə də hətta 55-ci səhifədən başlayır azalmağa. O cırıqlar, o külük yeri və qazma yeri və kitab safa çıxır. Burada da ortasında da bir dünya aşqal var. Kitabı belə silməyiblər, o aşqallar qalıbdır. Tarix boyu bu kitab arasında toplanıbdır. Burada o rəngin qırmızı olmağı biraz solubdur, amma abı rənglər keyfiyyətini saxlayıbdır. Qərə rəng biraz solubdur, nəzərimə gəlir. Amma abı rəng nədən isə, hər nədən düzəlibsə, çox gözəl özünü saxlayıbdır. Burada da yenə görürük ki, həm ortasında aşqal vardı, çör-çöp var, həm də ki, bizim şey demirdilər, zibil deyirdik biz kətdə, aşqal demirdik, zibil və zibillik, zibilxana, zibillik deyə də o yer idi ki, ora zibilləri boşaldırdıq. Kətdə belə deyərdik, zibil deyərdik. Çör-çöp də, çöplük də
Bu şey olur da, çör-çöp ağacınızda o tərəfin kiçikləri ki olur sınır, onlara da çör-çöp deyirlər. Çox gözəl əl yazması. Bu kitabı oxumaq özü bir şərəfdir insana. Ki bunu oxuya, mən eləyə bilsəm, əgər ömür yetişsə, biz ərəbim yaxşılaşsa, o şeyi oxuyacağam. Kitab burada qurtarır 2-ci cildidə zahirən. Diqqət buyurun, tarix yazıbdır. Bu da çox önəmlidir. Rübaiyəsi var axirində. 2 dənə rübaisi var. Mən həttəmən bunu oxuyaram. Hər kim bu kitabı dinləyə sidqi ilə, diqqət buyurun, burada indi istəyir bizə bir şey desin. Hər kim bu kitabı dinləyə sidqi ilə, burada əlbəttə bir şey də yazılıbdır. Rübaiyə üstündə bir şey, önündə bir şey yazıb da, gəl oxuya bilsəm, görün bunu yekəldim, görün kitabın haqqında bir tarix kimi də burada yazıblar. Ya bir şey də yazıb. Haza kitabı altun. 100 altuna alıblar bu kitabı o zaman. 100 altun. Bəhai hazel kitab. Burada bir şey yazmışmışlar. Əncü. Sonra onu qərəliyiblər. Altın 100. Bir nəfər qabaqda da bir ad yazılmışmış. Əl-Asid kimi ola bilər, siliblər. Amma 100 altına bu kitabı alıblar. Sahibi hazel kitab Əl-Həqir Məhəmməd Ərraci Məhəmməd Cəlil. İhtimalən möhrü görsənir. O möhürdür, addır. Sahibi hazel kitab Əl-Həqir. Özün yaz, Kitab-ül Həqir ki oxumaq olmaz. Zaten Kitab Əl-Həqir adın möhrün altına basıb onun kəlmənin altında. Sonra bu kitab bir ayrı adamın əlinə keçib ihtimalən. Sahibi hazel kitab Əl-Həqir Əl-Fəqir Məhəmməd, bunun adı ayrıdır. Bunun adı ayrıdır, oxumur. Bəhai hazel kitab, bu kitabın bəhası yazıbdır, amma özü yoxdur. Qiymət görünmür. Heyif olubdur. İndi burada bu şeiri oxurduq. Şeiri oxuyaq, görək nə yazıbdır. Hər kim bu kitabı dingliyə dedik, Cığatayca oxumağa çalışıram, doğru qələtini bilmirəm. Amma dingliyə, hər kim bu kitabı dingliyə sidq ilə, gedək bu birisi səhifədə görək şeyin qalanı nədir, kitabın şeiri haqqında. Əlbəttə burada qıraqda bir şey və ənhəi ümməti, belə bir şey vardı. Amma bu yarımçıq, əkslər yarımçılıq salıb kitabdan. Kəsb eyləyə hüsnü xolqi mənisindən, məhşər günüdə şəfaətin edərlər, Peyğəmbər u şahidin Hüseyn ilə Həsən. Rübaiyyə, bir ayrı rübaiyyə. 100 şükür ki şirin söz ilə datlı kəlam, şeyxün mədədindən dıldı bu nüsxə tamam. İhtimalən oldu olacaq. Kitab burada nəzərə gəlir ki, biraz qatlanıb səhvə. Orada o bir əlif itibdir, oldu olacaqdır. 100 şükür ki şirin sözü ilə bu datlı kəlam, şeyxün mədədindən oldu bu nüsxə tamam. Hər kim məni bir fatihə ilə anqsun, təngrir suçuni qilə yevmi qiyam. Əfv qilə, əfv, burada əfv sözü də dedim, o qatlanan yerdə qalıb, kitab qatlanıbdır burada səhvə. Əfv qilə yevmi qiyam. İndi ixtitam sözü nədir? Burada onu dedi, ixtitam. Lillahil həmdü vəl minnəti kim, Tangri Teala'nın tevfiki, mədədi, cəndə əyilibdir, orada dı içimcisi, mədədi ilə Həzrəti Şeyx Səfiyyül Həqqi vəl milləti vəl həqiqət və din, ihtimalən
Burada bir genə bir hərfi üstü itilib, onca bilmirəm nə oxumaq bunu, amma nə mənə şucanın məsələn ya əşcagunun olmaz. Bu o gəlmədi. Şeyx Səfiyyül Haqqı vel milləti vel həqiqəti və din İshaqunun qəddesallah sirrəhul əziz himmətindən bu kitabı ki, burada indi qələm tökülür üstünə, mürəkkəb töküblər üstünə. Bu silinsin deyə, oxunmasın deyə mürəkkəb töküblər üstünə. Dur mərifətdən dolu angilinə surəti ixtitam buldu müsənnifinin əlindən, müsənnif dedi yazar yəni, müsənnifinin əlindən dərvişlərin ayağı toprağı Məhəmməd Katib əhsənullah, Məhəmməd Katib nişati ki əvvəldə demişdi. Buldu müsənnifinin, müsənnif bu axirində müsənnifin deyibdi, müsənnifinin əlindən dərvişlərin ayağı toprağı Məhəmməd Katib. Orada ərəbcəsini yazmışdı. Əl-Katib, məşhur kimi bir şey ya, bin nəşati. Tö'rəfi bin nəşati yazmışdı. Ayağı toprağı Məhəmməd Katib əhsənallah əhvaləhu Şiraz şəhridə 950 yıl hicrət tarixində. Biz demişdik ki 950, biz dedik ki hangi tarixdə yazıbdı? Onu tapmışdıq. 949. Orada demişdik 949'da müqəddəmədə demişdi ki hali şeyx. Biz də hali şeyx sözünü çıxartdıq da oldu 949. Dəqiqən bu tarixə düz gəlibdi. Katib deyir ki bu çox önəmli oldu. Kitab müsənnifinin Məhəmməd Katib. Mən bunu yazmalıyam əslində. Ya da ki gedim yenə aynı kitabı burada şey eləyim, açım, oradan oxuyaq. Bu bizə önəmli oldu. Geçən gün bunu yazırdıq. Yenə burada səs qoyaq. Mən bunu hardan tapmışdım? Demişdi ki archive.org. Tamam. Bugün Səffətü's Səfa kitabının bütünün ki 902 səhifədir. Bunu archive.org saytından internetdə buldum, tapdım və indirdim. 3 bölümdə indirdim. Bunun ikinci bölümünün son səfhəsinə baxırıq. Bunu sizin üçün oxuram. Lütfən bunu mənim üçün yazın və mühasibələrdə diqqət buyurun. Ən son səfhəyə bir səfhə qalanda onun son sətrində rubai deyə bir çərçivə açıbdı və rubaiyyə deyə yazıbdı. Amma rubaiyənin önündə çox önəmli bir məlumat, bilgi buraxıbdı, yazıbdı. Sorular bu yazılıb əlbəttə, alıb satılan zamanlar. Bu kitabı yazıb Bəhai Hazəl Kitab 100 altın. Önündə bunun bir kəlmə yazılıb, ehtimalən Əl-Xüləfa ya Əl-Əsəd kimi ola bilər. Amma mən Əl-Xüləfa Səd belə bir şey oxuya bilirəm, amma o oxunmur kamil halda. Rubaiyyə nədir? Hər kim bu kitabı dingiliyə sidq ilən, o birisi səfiyyə geçir, kəsb eyləyə hüsnü xulq mənisindən
Məhşər günü də şəfaətin edələr Peyğəmbər şah din Hüseyn ilə Həsən. Bunun altında yine bir çerçeve açıbdır, rubaiye yazıbdır. O rubaiye budur. Yüz şükür ki şirin söz ile tatlı kəlam, şeyxün mədədindən oldu bu nüsxə tamam. Hər kim məni bir fatihə ilə anqsın. Burada səfhə başdan ayağa qatlanıbdır. Bir hərfin hər yerdə üstü örtülübdür. Onun üçün oxumasında biraz zor çəkmək olur. Hər kim məni bir fatihə ilə anqsın. Tanrı suçuni affiglə yevmi qiyam. Ondan sonra bir yeni çerçeve açıbdı, yazıb ixtitam. Rubailər qırmızı ilə yazılmışdı zahirən, solğun qırmızı ilə və bu abi ilə ya mavi rənginə, amma bu da biraz solğun, qərəyə yaxın. O birisi mavilər çox gözəl mavi görsənir. İxtitam sözünü bir müsəlləsin içində aşağı tərsə müsəlləs, yəni gen tərəfi üstə, aşağı tərəfi dar tərəfi, orada bu mətni yazıbdır ki, çox önəmlidir. Lillahil həmdü vəl minnə kim Tanrı Teala'nın tevfiki mədədi ilə Həzrəti Şeyx Səfiyyül Haqqi vəl millə vəl həqiqə və din. Burada bir kəlmə hərf qatlandığı üçün oxunmur. İshaqın kimi oxula bilər. İshaqın Qəddesallah sirrəhül əziz himmətindən bu kitabı ki, burada da cöhər tökülübdür, yazının üstünə oxunmur nədir? Dür mərifətdən dolu angilinə surəti ixtitam buldu. Məzmunun əlindən, müsənnifinin əlindən dervişların ayağı toprağı Muhammed Katib Əhsənallah əhvaləhu Şiraz şəhrində 950 yıl hicrət tarixində vəssəlamu əla mən təb'əl huda. Burada o yazı qurtarır. Biz dünənləri hali şeyx əbcədlə hesabladıq. 949'a düşürdü. Amma bu gün burada özü 950 yazıbdır. Bu o qədər değiştirməz kitabın əsli olmağın. Burada müsəlləsin sağında və solunda yazılan kəlmələri oxuruq. Kitabın alım-satım dövrünə şahiddir. Kitab sahibi hazəl kitab Əl-Həqir bir möhrlə ehtimalən içində yazılan Əl-Raci Muhammed ehtimalən Cəlil ola bilər. Eyni bu tərəfdə də yazılıbdır, sol tərəfində də yazılıbdır. Sahibi hazihil kitab Əl-Həqiril Fəqir. Cenə ehtimalən İbni Muhammed Cəlil kimi belə bir şey oxuna bilir, amma kamil oxunmur. Cenə də bunların sol tərəfdə möhürün altında bir ayrı qələmlə ki, bəllidir bu, o birisi qələmlərlə ki, buraya yazıb, onlarla çox fərqlidir və hətta biraz desək ki, aşağı səviyyədə bir əl yazmadır. Orada Bəhai Hazəl Kitab yazılıb, amma qiymətin özü yazılmayıbdır. Bu ikinci nüsxədə də bu məlumata əl çapdıq sonunda. İndi gedirəm kitabın bu üçüncü bölümüymüş. Mən ikincisine heç baxmamışam. Mən deyirdim ki, bu şeydir. Yox, bu kitabın üçüncü bölümüymüş. Səhv etmişəm. Çünki biz ikiyə heç baxmamışıq. Bu ikinci bölümümüz ki, buna baxmamışıq. O orada yazmağa məşğul olsun bizim dediklarımızı və biz Şeyx Səfinin ikinci cildinə də bir baxaq. İkinci cild burada görürük ki, o külük yerləri devam edir təəssüflə. Amma kitab çox yazı, çox gözəl, əla bir yazı. Ehtimalən buna qızıl işlədiblər dövrəsində çarçıviyə, ehtimalən. Çünki kitabın orası ışıldır. O sarı rəng ki orada vardı, ehtimalən qızıl, bir növ qızılı bir cür əridirlər ki, ondan yazı yaza bilirlər. Ehtimalən bu ondan
olmuş olur. Bu iki səhifə baxın. Bu səhifədən bilmirəm səhifə neçədir. PDF-də 47-ci səhifə düzdür. 48, 49, 50, 51, 52, 53, 54, 53. Bu səhifələrdə kitab tar əks salınıbdır. Kəlmələr hamam şüşəsinin arxasından oxumaq kimi görünür. Ondan sonra yenə qayıdır əsli vəziyyətdə gedir. Külük burada 2 danası görsənir. Amma bunu deyim ki, o qazma 2 danası görsənir. Kitaba da çox əlbəttə irad vurubdur. Amma yenə də hər kəs bu kitabı belə də nəcat veribsə, Allah onun ruhunu şad eləsin və ruhun bizə duacı eləsin. Belə insanlar var ki, kitabı sevirlər və bu kitabı saxlayırlar. Amma elə insanlar da var ki, təəssüflə bir önəmli bir kitabı təəssüflə suya batırırlar, çox pis vəziyyətdə saxlayırlar, ya aradan aparırlar hətta. Bu 2-ci cildi görmüşdük, 3-cü cildi deymiş o, biz 3-cü cildi burada təsdiq eləmək zorunda qaldıq. İndi bu kitabın 1-ci cildindən biraz oxumuşduq. Gedək 1-ci cildin, mən bunu tərsə qoymuşam, çəş beləsi eləyəm, mənə daha yaxşı olar. Tamam, indi düz oldu. 1-ci cildin qeydaq əvvəlini oxumuşduq geçən gün ki, görürsünüz burada aynı vəziyyətdə Hüseyn Nəxcəvani bu kitabı saxlayıbdır. Burada da ehtimalən sahibi hazəl kitab oxunur, amma bu Cəlil oxunur. Burada o Cəlil sözü burada oxunur. Ərraci Məhəmməd Cəlil ya da Xəlil ola bilər, nöqtəsini görmürəm. Bu adam alıb satıbdır, amma bu kitab burada görürük ki, şey olubdur. Yox, çox keçətməyək. Bu kitabın fəsilləri geçirik. Fəsilləri keçəndən sonra bunun gedək bu kitabın o 19-cu səhifədən sonra oxuyaq. Yəni burada dünən buracan oxuyacaqdıq. Buradan bu izəsini oxuyaq. Görək ki, nə var. Biraz hər bu günləri bu kitabı dedim, ziyarətdir mənim üçün. Hər 50 səhifədən bir 5-10 sətr oxuyacağam. Çox yox. 5 ilə 10 arasında. Yəni yarım səhifə olacaqdır. Mən görüm kitabın neçə sətri var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 sətri var. Yarıda olur 10 sətr. İndi burada əvvəl buradan biraz oxuyaq, görək ki, nə oxuyuruq. Rivayət eydər ki, bir qailə-i kaşif-ü rumuzinisi Balə Həsən Xacə Məhəmməd ilə rəhmətullah əleyha beşigünün təvafinə bir güzar etdilar və ondan bilan dağının üstünə vardılar. Səbəlandır bu da. Və ondan Səbəlan dağının üstünə vardılar və etibar nəzər ilə, diqqət buyurun, burada Səbəlan yazılıbdır. Ehtimalən Siblan da ola bilər. Çünki 3 nöqtə qoyubdur. Amma əgər 3 nöqtəni oxumasaq Salan olar. Salan dağının üstünə vardılar. Yəni indi burada ya Səbilan oxusaq 3 nöqtə olar, Səbəlan oxusaq 1 nöqtəsini oxuyarıq, 2 nöqtəsini oxumarıq. Sinin altında üçün hər yerdə təqribən nöqtə qoyubdur. Onun üçün oxumasaq onlar Silan dağının üstünə vardılar və etibar nəzər ilə Tanrinin əsrar-ı rumuzini baxır idilar. Bəs burada da kitab şey oldu, vilayət ola bilər. Gözü Ərdəbilün vilayətinə saldılar və bir təkbir söylədilər və
bir-birinə dedilər. Burası cırıqdır, bilinmir. Tərəfindən o dedilər mütəəssifanə cırıldığı üçün bilmirik nə deyiblər. Dedilər, axiri də əlbəttə nınqıdır. Yəni tərəfindən bir yigit baş götürəcəkdir. İndi bu bir yigit maş elə bir yazılıb, maş. Amma mənim baş götürəcək, baş qaldırmaq deməkdir. Amma maş kimi yazılıbdır, nöqtəsi yoxdur. Bir yigit maş götürəcək. Mən də maş oxuyayım burada, amma baş olur, %100. Baş götürəcəkdir və ətraf məmalikünün xəlaiqi anın tərbiyyəti ilə faiz olacaqdırlar və anın qəbul sikkesi göngüllərinin nəqdinə caygir olumludur. Bu nəql Təbrizin mütəbər kişilərinin dilindən Mevlana Abdüssəmədin huzurunda deyildi. Təbriz sözü burada gəlibdir. Bir də oxusaq, indi o cümləni oxuduq, o söz nə demişdi, əvvəlini bilmədik, amma görürsünüz ki, qalanını oxuduq. Bu nəql Təbrizin mütəbər kişilərinin dilindən Mevlana Abdüssəmədin huzurunda değildi. Pəs bu vazih dəlil ilə və layihə burhan ilə sabit və mühəqqəq və zahiri bahir oldu kim ol sahibi gran kim haqqın dinine müəyyid və müəvvindir və İslamın 7 iqlimində və millətin 6 cəhətində. Mən millətin yoxuyuram, amma burada bir he kimi görsəniz, bilmirəm ki, bu he zahirən belə, məsələn, burada cəhətdə də eyni he var, amma bu biraz da yekəldim ki, bunu görə bilək. Kim haqqun olacaq, yəni Allah'ın. Kim sahib qıran kim haqqun dinine müəyyid və müəvvindir və İslamın 7 iqlimində burada ah var imiş. A biraz silinmək kimi olubdu. Çünki sonra da biraz silinibdi. Mən də bunu iqlimində və bu vəndə üstündə o a dedim təkrar olubdu, silinibdi. Amma indi burada biz bir şey görürük. Ola bilər ki, bu o birisi səhifələrdən rəhlər bir-birinə düşmüş ola bilər. Yəni mən diqqət edirəm, bu ola bilər ki, o birisi səhifədən kağız islananda rəh düşmüş ola, silinməmiş ola. Onun üçün də burada fiilən nəzərdə tutmamalıyım onu ki, bura silinibdir. 7 iqlimində və millətin 6 cəhətində və dinin 4 ərkanında, dinin oxuram mən bunu, dinin 4 ərkanında və şəriətin 3 münbəhicində və şəriətin 3 olcu da oxuna bilər. Amma 3 oxunacaqdır. Çünki onlarda ədəd deyib, burada ədəd olacaq. 3 münbəhicində kim şəriət ilə təriqət və həqiqətdir. O 3 dana kimdir? Şəriət, təriqət, həqiqətdir. Pəs bir də oxusaq və şəriətin 3 münbəhicində behcət kimi gərək oxuyaq. Münbəhicində kim şəriət ilə təriqət və həqiqətdir. Bu ikilik leyl-u nəharın mədarında bu irşadi yeganəsidir kim müridlərinin muradi
əvvəldə burada indi düşülübdür. Etibarən məqsəd ilə məadidir. Çünki ta büncü müqəddiməsi tamam oldu. Buradan o cırıldı getdi. Allah Yezidə lənət eləsin. Burada müqəddimə qurtardı. Görək ki, nə deyir? Əvvəlki bab. Buradan biraz çox oxuyur. O da kitabın o şeyin çox oxuduq. Görək ki, nə olacaq? Əlləriniz ağrımasın. Çox sağ olun. Hazret Şeyx Safiyülhaq və Din Quddəsə Sirruhunun hali ibtidası 11 fəsl ilə müfəssəl. Əvvəlki fəsl nədir? Hazret Şeyxün Quddəsə Sirruh Nəsəbi zikrindən Əlbülfəthi Səfiyyüddin İshaq. Orada ki biz İshaq oxumuşuq, düz oxumuşuq. Əbülfəth Səfiyyüddin, adı Səfi deyilmiş, adı İshaqdır. O Səfiyyüddin, yəni dinin seçilmişi. Müstəfa sözündən, səfa sözündən gəlir. Saflıq, səfa, Müstəfa da o cürsə ehtimalən yəni seçilmiş anlamına gəlir. Əbülfəth Səfiyyüddin İshaq İbni Əs-Seyyid Əminüddin Cəbrəil İbni Seyyid Əs-Salih İbni Əs-Seyyid Qutbuddin Əhməd İbni Əs-Seyyid Salahiddin Rəşid İbni Seyyid Əs-Seyyid Məhəmməd Əl-Hafiz Kəlam. Hafiz Kəlamdan əgər yadınızda qalsa bir kitab oxuduq. Hafiz Kəlam kim idi? O önəmli. Hafiz Kəlam. Bir kitab oxumuşduq bundan. Bir-iki gün elə içində. Yox, Hafiz Kəlam bu kitabı yazan idi. Yox, o deyildi. Hafiz Kəlam. Tapdım. Hafiz Kəlam tarixnameyi tərcümə eləyəndir. Təbərinin tarixin Cığatay türkçəsinə tərcümə eləyən adamın adı Hafiz Kəlamdır. Amma əcəba bu o Hafiz Kəlamdır yox. Adı deyibdir ki Əs-Seyyid Salahiddin Rəşid İbni Seyyid Məhəmməd Əl-Hafiz Kəlam. Burada da deyir ki Əbdülməcid İbni Hafizül Kəlam Əl-Məlikül Həmid Əbdülvəhhab İbni Əbdülməcid Hafiz Kəlam. Yox, bunların heç birisi deyil. Fəqət ad bənzərliyidir. Əs-Seyyid Məhəmməd Əl-Hafizül Kəlamullah İbni Əs-Seyyid Əvəzül Xavas İbni Xavas İbni Əs-Seyyid Firuz Şah Zərrinkülah İbni Əs-Seyyid Məhəmməd İbni Əs-Seyyid Şərəfşah İbni Əs-Seyyid Məhəmməd İbni aparır çıxadacaqlar imamlara ona görə də Seyyid Həsən İbni Əs-Seyyid Məhəmməd İbni Əs-Seyyid Məhəmməd İbni Əs-Seyyid İbrahim İbni Əs-Seyyid Cəfər İbni Əs-Seyyid Məhəmməd İbni Əs-Seyyid İsmail İbni Əs-Seyyid Məhəmməd İbni Əs-Seyyid Əhməd Əl-Ərabi İbni Əs-Seyyid Əbu Məhəmməd Əl-Qasim İbni burada o hər nə yazıbdır o cırılıbdır ehtimalən Seyyid olacaq elə İbni amma şeyi yoxdur yəni o Seyyid kəlməsi yoxdur burada Əbülqasim Həmzə İbni Əl-İmam cırılıbdır amma ola bilər ki olmasın mənə belə gəldi ki orada hissat yazılmayıbdır İbni Əbülqasim Həmzə İbni Əl-İmam Əl-Humam Musa Əl-Kazim İbni İmam Cəfər Əs-Sadiq burada o ibnilər düşübdür Əl-Muhammed Əl-Baqir İbni Əl-İmam Zeynəl-Abidin Ali Zeynəl-Abidin Ali İbni Əl-İmam Əs-Seyyid Əş-Şühəda Əbi Abdullah Hüseyin
İbni Əmirəl Müminin və İmaməl Müttəqin Əli ibn Əbi Talib salavatullah və selamu əleyhim əcməin. Gördüyünüz kimi burada apardı bu şəxsin Firuzdan getdiyi çıxdı şeyə. Yəni Firuza da mən inanırdım ki bu Seyid ola bilər, amma birdən-birə getdi Seyyid Firuz Şah Zərrinkulah. Ola bilər dərviş olsun ona görə, amma Seyid deyibdi. Biraz mənə əcib gəldi ki, məsələn bunun hətmən dədəsi Seyiddir, yəni görürük də Əs-Seyid Əvəzül Xəvas. Bu Əvəzül Xəvas niyə oğlunun adını qoyur Firuz Şah Zərrinkulah? Biraz mənə əcib gəldi, amma hər halda ondan sonra yenə qeyd edir, yenə də Seyyid Məhəmməd o müsəlman adı olur. Oracan ərəb adıdır, orada İrani ad olur. Oradan sönür yenə birinci nəsil yenə də qeyd edir, davam edir. Kitablarımızı qarışıq salmasaq yaxşıdır, rədifləri qalsın. Tamam. İndi gedək bu kitabın 50-ci səhifəyə gedəndə olacaqdır 100 da. Bunu bilirik ki, 100-cü kitabdan 100-cü səhifəyə baxırıq. Yenə də burada sağ tərəfdəki səhifəni oxuyuram. Umaram ki, bura şey düşməsin. Nə deyim? O mənim əksim düşməsin, kitab görünsün. Yenə də kitab burada ehtimalən su keçibdir ya bu şey doğru deyil. Adı nədir? Qələmin. Məncə Qələmin bir kitabın ki dövrəsinə ehtimalən qızıl işləmiş olalar, onun cöhəri ən yaxşı cöhər ola bilər. Bu kitab bu tərəfin rəngi bu tərəfə düşüb, bu tərəfinki bu tərəfə düşüb, biraz qərəlib kitabın içi və eyni halda kəlmələr də nəzərə gəlir ki, məsələn, əl şey olublar, yəni əl gedib kəlmələrin içinə. Bu iki dana mənə anlam verə bilər. Bir bu ki, bir də əmdən bu kitabı istadalar ki, bunlar yapışa bir-birinə ki, onlar əl apardıqları yerlər görünməyə. Bu ehtimal ola bilər. Çünki bu kitabı aradan aparmaq üçün görür ki, külük vurublar. Məncə bu külük yeridir. Vurublar. Və iki yerdən də vurublar. Yəni, kitab bağlı olanda iki yerdən bu külüklə vursaz, bunun dəliblər, açıq olanda 4 yerdən görünür. Bu birinci illət ola bilər ki, əmdən kitabı istanla ki, bu kitab əl apardıqları yerləri görsənməyə. İkinci dəlil bu ola bilər ki, vaqəən yağışlı zadda qalmış olub, islanıbdır, gedib ora. Amma quruyubdur və bunun qurumağı, amma buna bir dəlil yoxdur. Çünki bu quruyanda biraz qırışmaq gərəkir. Amma o cür qırışmayıbdır. Və o cür də rəh geçməyib bir-birinə. Bu da məni şəkkə salır ki, əcəba olmaya bəzi kəlmələri silmək üçün belə bir oyun oynayıblar. Yəni kitabın üstünə su çəkiblər, qoyublar beləsi yapışdırıblar. Onu açandan sonra, birazdan sonraki bir şey olubdur, açandan sonra bu rəhlər qatışıbdır. Onu siz silsəz, yazsaz dahi deyirlər ki, bu tərəfdə şeydir, bu tərəfdə də odur. Yəni belə bir şey ola bilər. Dedim, bu da bizim müsəlmançılıqda yavaş-yavaş kitabların içinə əl aparaq, Türk müsəlman idraçın, İslam idraçın türklərdən değişdirərlər. Gedik ki, məsələn, behişt yazmamışdı bu kitabın özündə. Qamu, cəhənnəm yazmışdı. Qamu türkdə cəhənnəm deyil o şey ki, ərəbdə ya Yahudiyyətdə var, o deyil. Onun üçün biraz mənə bu fərqli şübhə yaradır. Oraya ayarmaq, iltimas qıldılar kim? Anda varub xalqa irşad verir tərbiyyət eyləyə. Cün şeyxi zahidün qüddəsə sirruh Mərağə şəhridir. Çün Şeyx Zahidün qəddəsə sirruh Mərağıya varmaq müyəssər olmadı. Şeyx Səfiddinə qəddəsə sirruh işarət qıldı kim?
lazımən mənum əvəzümə oraya varmağın gərək kim xəlqə tərbiyyət eyləyəsən. Şeyx Səfiyyəddin Qəddəsə Sirruh burada bir şey də dedi. Üstə yazılıb bu. Yəni o Qəddəsə Sirruhla mənin arasında üstə dediyi kimi oxuram. Dedi, mən qaidə və xəlqə tərbiyyət, burada cırılıb kitab, bəlkə də qanda. Mən qanda və xülqə ya da hülqə. Ehtimələn xülq olacaqdır. Xəlqə həman. Mən qanda və xəlqə tərbiyyət ümidim həman sünq yüzüngi görməkdir. Sənin ehtimalen olacaqdır. Sənin yüzüngi görməkdir. Şeyx Zahid Qəddəsə Ruhahu dedi. Səfi ehtimalen burada ki yox cırılıbdır, amma bir Təngri Təalası. Bunu bənzədirəm ki, orada bir T, lam kimi var, R, Y var. Təngri olar, Təalaya görə Tənridir. Amma vəsətdə bir kəlmə cırılıbdır. Şeyx Zahid Qəddəsə Ruhuh dedi. Səfi Təngri Təala səni xəlqə göstərdi və Təngrinin buyruğu bilə dur ki, sən oraya varmaq gərək. Sən Şeyx Səfiyyəddin Qəddəsə Sirruh dedi. Gərəksən. Şeyx Səfiyyəddin Qəddəsə Sirruh dedi. Mən burada bir nəstə bilməzəm. Ehtimalən nəsnə ola bilər. Aşağıda da 3 nöqtəsi var, amma ehtimalən nəstə ki yazılıbda ola bilər nəsnə. Ya nəbstə olmaz. Mən nəstə bilməzəm və arzu. Burada bir şey yazılıb oxuya bilmirəm. Və kimi də olur? Arzu danışmənlər ilə bilicilər çoxdur. Burada arzu gəlir, amma bəlkə orada ayrı bir şey. Caruzuə. Mən ehtimalən dedi, mən nisbət də oxuma. Adı hey var axirində, ona görə şey eləyə bilmirəm. Nisbətə gərək oxuyaq. Bilməzəm. Amma nəsnə məncə belə bilməzəm. Və arzum danışməndlər ilə bilicilər çoxdurlar. Onlar ilə bəhs eləyəməzəm. Şeyx Zahid Qəddəsə Ruhahu dedi. Səfiyyəddin. Burada bir şey yazıbdı, oxumağına çalışıram. Beytün münafiqlərin coğanların ufatdım. Burada beytündür. Nədir bu? Biraz əcib gəldi mənə. Beyt olsa, yəni bir ev, amma dedi Səfiyyəddin. Beytün münafiqlərin coğanların ufatdım. Ufatdım yəni püflədim. Və tuba sənin okubağa bir ahzarım. Bu səhifə biraz dağı obrislərdən çətin oxumaq gəlir mənə. Amma oxumaq olar. Gedək 100-cü səhifəyə. Yəni PDF-də 200-cü səhifə olacaq. Burada xətt dağı oradan yaxçıdır. Orada çox su nəzərə gəlmişdi ya o şey. Əlbəttə burada da var, amma o qədər deyil. Yəni ən azından oradan biraz
yaxşı görsənir. Məmləkətinə varə bir neçə müddət ol qəl'ədə giriftar idi və xilas olmaq ondan naumid qalmış idi və diri ikən yapayalğız ol denizin ortasında olurlar. Kimi dirilirdi ta bir gece bir katan küngülak giyip gəl'ənin dami üstünde gezip bir tarafa nəzər salırdı ve denizin cırıqdı bura çevresini dönmüş idi. Tutmuş idi. Təfərrüc ilar idi və ay aydınlığı güneş kimi deniz burada bir kəlmənin birazı cırılıp da ay suyunda əksin ehtimalen su olacaqdı. Deniz suyunda dengiz əlbəttə dengiz ya da dengiz suyunda əksin gözgürdü idi. Beyt pərtovindən ayının ol gecə cün gündüz idi. Gökdəki yıldızları qamu cahan əfruz idi. Belə bir şeir də burada yazdı. Mən deyirdim heç olmasa şeiri farsça yazar, amma şeiri türkçə yazdı. Və bu mənə çox önəmlidir. Bu kitab Türk dünyasının ədəbi yazı dilində yazılmış və xalis türkçədir təqribən. Bu gecə, tamam, buranı oxuduq, bir neçə sətr oxuduq, biraz da oxuyaq, bir-iki sətri də oxuyaq. Gedək ayrısını oxuyaq. Gedək 150-ci səhifəyə, görək ki, 150-ci səhifədən oxumağa bizə imkan... Aha, yoxudur. Kitabın sonuna gəlir, 108-də. Son bu bölümün, yəni bu bölümün, əgər eləyə bilsəm mən bu 3 bölümü bir bölüm eləyəm, çox gözəl olar. Yəni bir dana PDF-də bunu saxlarıq. Bu bölümün sonunu oxuyaq, gedək görək ki, o birisi səhifə bunun davamı ola bilir ya yox. Və fil cümlə. Yaxşı vardı kim yemədi. Bəs mən ani evimə aparıb özgə yemək onun üçün gətirdim. Və fil cümlə yeməyə məşğul oldu. Sonra oturub başına keçilmiş hikayətləri geçilmiş olacaqdı. Geçilmiş hikayətləri əvvəldən axirədək mənqa söylədi. Mən daxi onun gilə varmağa yola düşdüm. Həman, indi burada nağılın görək davamı ikinci cildidə var. Yəni ikinci bölümdə var, yoxdur. Varmağa və himmət ilə mədəd ondan iltimas qıldım. Saatdə at yerində qurudurdu. Mən ol qorxudan xilas olub iman oldum. Əcəba bu şeir onun davamı idi ya yox? Yəni bu yazı onun davamı idi ya yox? Bir də baxaq ona. Atung. Mən daxi anung. Bəlkə də anung ilə varmağa yola düşdüm. Həman və himmət ilə mədəd ondan iltimas qıldım. Ehtimalən mənə gəlir ki, biraz qırıq var vəsətdə. Himmət ilə mədəd ondan iltimas qıldım. Saatdə at yerində qurudurdu. Mən ol qorxudan xilas olub iman oldum. Şeir. Tu cahanın afətindən ayağışdan düşə, dəstigirim olsa bilə, kimsə ondan qəm, ehtimalən burada bir yemək kimi ola bilər, amma cırıqdır. Hikayət. Tol
lobirə, tol lobirə Məhəmməddən rivayətdir. Nə deməkdir? Tullu pirə də olur əlbəttə. Tullu pirə Məhəmməddən rivayətdir ki, bir yıl Həzrəti Şeyx qonağı ilə yenə bura cırıqdır, dəvət qıldılar. Cün iltimaslar qəbul qıldı, oraya gəldi. Həman ki atdan indi, atı buğdanın əqidə qoydular. Buğdanın əkitinə ya əkitə qoydu. Nə deməkdir bu əkitə? Bilmirəm. Buğdanın özü deyir ki, ehtimalən buğdanın önünə kimi oxuya bilərəm. Bunu deyək ki, buğdanın önünə qoydular. At mütləqa ol taxıllərdən bir yapraq yemədi. Önünə olacaq elə o, amma o cürsü görsənir. Nöqtələrin ikisini bir yerdə qoyublar. Önünə, bəli, o cür oxunacaqdır. Önünə qoydular. At mütləqa ol taxıllərdən, taxıl məhsul. Amma buğda kimi məhsullar yəni. Mütləqa o taxıllərdən bir yapraq yemədi. Yapraq deyəndə bir ayrı şey gəlir adamın zöhnünə ki, məsələn, buğdaya biz dənə işlədirik. Əcəba o zaman yapraq deyirmişlər. Bəlkə də buğda zəmisindən dəstə nə deyirdik ona? Buğdanı kəsəndə, biçəndə o əldəki bir dəstə deyirik, amma onu sonra başaq deyirik fikirəm. Başaq eləmək. Bir başaq məsələn olduğu üçün, yəni taza buğda olduğu üçün ehtimalən. Yapraq yemədi. Mola Həzrəti Şeyxə ərz etdilər. Buyurdu, bəli, bizim atımız Adəmin yeyigisi yeməz. Adəmin yeyigisi yeməz. Şeir. Himmətindən atlarının himmətindən atlarının atini başın indirməz bu at su ilə. Başın indirməz bu oto su ilə. Oto su üçün başını aşağı deyir gətirməz. Hikayət. Ərdəbilün adı gecesi Pərə Məhəmməd dedi, Şəmaxidən gəlirdik. Bir dərədə ki, pələngə boz ilə məşhur idi. Ehtimalən dərənin adıdır. Pələngə boz ilə məşhur idi. Samulun ağzında nə demək olar samulun? Nə samulun ağzında beləsi də oxuya bilərəm. Bir dənə nöqtə görürəm ona görə. Sənamulun ağzında 3 dənə versiya ilə oxudum o kəlməni. Ağzında gecə yeryirdik. Gecə yeryirdik. İki divə yüklü belimizcə idi. Və ol getdikdə bir köprü, bir çayının üstündə yapışmışdılar ya da yapmışdılar. Bir köprü, bir çayın üstündə yapmışdılar və ol getdik ilə köprü ingin alçaq idi. İngən, indi ehtimalə, ingən alçaq idi. Bir divə ol köprüdən rədd olub yükü ilən dərənin əşağəsinə düşdü. Nə qurtulmaq
yuxarıdan ümidi var idi və nə əşağədən və gecə qaranlığı 100 min məşəqqət ilə əşağı varıb yükünü iplərə bağladım. Tamam, devam edir. Beləsi bir hikayələr ki, biraz bəzən ağla sığışır, biraz ağla sığışmır. Bunu qeйтmiş yuxarı. İkincinin əvvəli, axirini oxuyurmuşuq. İkincinin əvvəlini oxuyacaqdıq. Deyirəm axı mən bunu səhv eləmişəm. Baxın, birincinin axiri bu idi. Dedi ki, əvvəldən axirədək hingamə söylədi. Mən daxi anun ilə varmağa yola düşdüm və həman, indi bunu düz oxuyacaq, beləsi olur. Həman ki xalxalun düz oldu. Həman ki xalxalun siyah kəmər məqamına yelindük şoğlu talibləri gördük kim hayhuy ilə cüstü çabuk sima eydarlar idi. Anga bir hal vaqı oldu. Mən ol halətdə şeyxi gördüm kim manga dedi cəmaət ilə gəlməsən, yalğız gəl. Mən ani orada qoyub turərkən şeyxə vardım. Həman kim şeyx, burası cırılıbdır, mübarək nəzəri manga düşdü, buyurdu. Bədrüddin qonağının qani, mən dedim, dil siyah kəmərdə angilədi. Orada bir kəlmə qırılmışdı, onun üçün mən dedim ehtimalən, burada bir dil kimi oxuyuram, dil siyah kəmərdə əgləndi dedi, yaxşı vardın, amma döngilə sən ani gözət kim özünü buraya yetirir. Həman kim buraya gələsən ani xadim Hacı Əleyhə tapşur və Hacı Əleyh ani ismərlamış idi və bir xəlvət onun üçün müqərrər qılmış idi. Bir xəlvət onun üçün müqərrər qılmış idi. Bəs dangiləsi nə deməkdir? Dangiləsi gəldi, mən ani Hacı Əleyhə yetirdim. Dangilə nə demək olar? Bəs dangiləsi, bilmirəm nə deməkdir. Dangiləsi gəldi, mən ani Hacı Əleyhə yetirdim və daxi ani heç görmədim. Amma Hacı Əlidən onun halini sordum, dedi, xəlvətdə oturub dur və şeyx gah yanına varıb vaqiələrin eşidirdi və müşküllərin həll qılırdı və cümənin namazına vardırırdı və yaşmaq başmaq ola bilər. Başmaq, burada bir şey silinmək üzərə olubdur. Xəncər kimi də görsənir, amma başmaq cığar yerində səccadəsini salıb namaz qılırdı. Bir müddət mundan geçdi, bir gecə şeyx başından ayağa giysilərini çıxarıb anga gedirdi. Burada devam edir, qalsın. Bu ikinci bölümü pəs beləsi olacaqdır. İştibah oxumuşduq. İndi görək ki, bu kitabın 145-ci səhifəsini oxuduq. Üç səhifə dedim. Hər səfə ayrı olduğu üçün beləsi olacaqdır. İndi gedək 50-ci səhifədən təzəşdən. Görək ki, bizə icazə verir. Bunu 50-ci səhifəsindən bir neçə sətr oxuyaq. 50-ci səhifəsi də o şeylərdir, təəssüflə. Dediyimiz. Yəni kitabda 100 olur. O görsənmir daha bulut kimi olardı. Onun üçün gəldik 47-ci PDF-də 47-ci, yəni hududən
92-ci səhifəni oxuyaq. Kitabdan 91-92-ci səhifələrdən birini oxuyaq. Səccadəsi inmədi. Görün, istəyirəm biraz geçəldim. Biraz hətta burada da biraz gözüm şey olur, qamaşan kimi olur. Çünki nəzərimə gəlir. Hala burada bir şey var. Səccadəsi inmədi. Mənimdir və qalın muridlər üzünə tabin etdi. Həman kim Həzrəti Şeyxin Qüddəsə sirrü xidmətinə yetdi və Şeyxin nəzəri anga düşdü, buyurdu. Pirə əvəz var, pir bucaqda öz halının ilən otur kim, mən çox kimsə filan lərüng divəsi çöktürmüşəm. Məclisdakılar çün bu sözü eşitdilər, birə, burada indi bir ayrı kəlmələr mütəğəyyir olub gördülər, surət sürdülər, pirə əvəz sanga nə oldu dedi. Pirə əvəz sanga nə oldu dedi. Mənim, bu da düşülübdür təəssüflə, kim bir gözün bili bir tazə ağaca toxuna və 70 ilə yapraqlarından əsər qoymaya, ondan sonra 100 xarilıq ilə canın tapşırdı. Hər neydi beləsi oldu. Qüdrəti iyasi qılsa ya da qılsa, burada bir kəlmə ürkat kimi olubdu, amma bilmirəm. Yəni, elə bir mürəkkəb dağılıbdır. Üskad Əli ilə çox kimsələrin başını salır bədənindən. Həkayət. Pirə Turan dedi, ya da Birə Turan ya da Pirə Turan. Pirə Turan dedi kim Cəbrəil adlı Mudiyə kəndində bir kətdir da bu. Cəbrəil adlı Mudiyə kəndində bir kişi var idi. Həzrəti Şeyxin Qüddəsə sirrü xidmətinə vardı və xəlvətinin vaqiələri şərh edərdi və gördücü vaqiələri içində yalanlar qatardı. Həzrəti Şeyx Qüddəsə sirrü vilayət qutindən yalan dedikləri məlum edib buyurdu. Var kim saklunung tökülsün saatdə anung səqqəli yerə töküldü. Aha, səqqəlung beləsi olacaq nağıl. Qəddəsə sirrü vilayət qüvvətindən elə bir olacaqdır. Qüvvətindən yalan dedikləri məlum edib buyurdu. Var kim saqqalın tökülsün, saatdə anın səqqəli yerə töküldü. Heyət beyd. Doğrusu ilə ömlə her yıl yalancı kişi kim? Burada bir şeir deyib də əgər oxuya bilsəm. Doğrusu ilə öyle Cibril yalancı kişi kim? Yalancı gibi kim? Dedi bir yalan səqqali üstünə qoydu der zaman. Səqqali üstünə qoydu der zaman. Ya da qoydu dur zaman. Hikayət. Barqanlı Pirə Cəbrəil dedi, bir qatilə qələbə cəmaət ilə Həzrəti Şeyxin Qüddəsə sirrü xidmətinə varurduq. Qafilə olar, ehtimalən qatilə mənə biraz əcib gəldi, amma
bir qatilə qələbə cəmaət ilə Həzrət Şeyxin Qüddəsə sirri xidmətinə varırdık və bir talib elm bir Piruz adlı ya da Biruz adlı dindar adlıdan Daruşa kendinden bir tane şeydi. Bura Piruz adlı bir talibi ilmi Piruz adlı Döndaruş kendinden bizim ile yoldaş idi. Hamançım şəhərə yakın olduk. Bu Piruz adlı dedi Pirə Cəbrəil senin ile bir sözüm var söyleyeyim. Tamam. Devam edir. Buradan gördük. Gedək bu kitabın 100-cü səhifəsinə. Görək ki, burada deyil, hala vaxt vermir. 100-cü səhifəsindən biraz oxuyaq. Burada ittifaqa yetişdik mətləbin əvvəlinə. Calib olacaq ki, mətləbin əvvəlindən oxuyaq. Şəriət ilə təriqət və həqiqət bəhsindədir ehtimalən ya burada bir şey vardı, oxuya bilmirəm. Yəni yazını bir şeyə bənzədə bilmirəm. Şəriət ilə həqiqət və həqiqət mən bəhsində, amma burada 3 dənə nöqtə görürəm. Ehtimalə bəhsin nöqtəsi olacaqdır. Amma bir dənə də nunun, hər halda belə bəhsində olacaq ehtimalə. Bu rəng sarı ilə ya qızılı ilə yazılır. Həzrət-i Şeyx Qüddəsə sirruh buyurdu ki, şəriəti Həzrəti Muhammedin sallallahu aleyhi və səlləm qoyulduğu dör Tanrı Teala'nın buyruğu ilə Həzrəti Muhammedin qavlindən və təriqəti Həzrəti Muhammedin aleyhisselam fiilidir. Və istəyən desin ki, burası şəriət Həzrəti Muhammedin beləsi deyək. Həzrəti Şeyx Qüddəsə sirruh buyurdu ki, şəriət Həzrəti Muhammedin sallallahu aleyhi və səlləm qoyulduğudur. Həzrəti Muhammedin qoyulduğudur ki, Tanrı Teala'nın buyruğu ilə Həzrəti Muhammedin qovlindən Həzrəti Muhammedin dilindən hər nə ki gəlibdir şəriət haqqında o şəriətdir. Allahın tərəfindən hər nə ki deyib o şəriətdir. İstir belə desin. Bu tərifi budur. Şeyxin tərifi budur. Şəriətdən budur. Şəriət o şeydir ki Allah-u Teala'nın buyruğu Həzrəti Muhammedin dilindən qoyulduğudur. O şey ki Həzrəti Muhammedin dilindən Allah tərəfindən deyirəm, bu şəriətdir. Çox fərqi var. Həzrəti Muhammedin öz sözlərini demədi. Həzrəti Muhammedin öz sözlərini demədi. Dedi, o sözlər ki Allah-u Teala'nın buyruğudur. Həzrəti Muhammedin dilindən gəlir, o şəriətdir. Bir. İkincisi, təriqət Həzrəti Muhammedin aleyhisselam feilidir. Həzrəti Muhammed o şeylər ki yaşayıbdır, öz iş əməl eləyibdir, onlar da təriqətdir. Təriqətin də anlamı budur ki, Həzrəti Muhammed bir də işləri yaşayıbdır, görübdür, oruç tutubdur, namaz qılıbdır, savaşıbdır, nə bilim, hamama gedibdir, özün yuyubdur, namaz qılanda özün yuyubdur. Bunlar təriqətdir. Məsələn, deyək ki, birini sevibdir. Məsələn, mən eşitdiyim pişiyi çox sevərmiş, məsələn. Məsələn, bu təriqətdir. Heyvanı sevmək, yəni. Təriqət Həzrəti Muhammedin aleyhisselam feilidir. Həqiqət nədir? Və həqiqət Həzrəti Muhammedin aleyhisselam halidir. Hal nə deməkdir? Onun hissləri, duyğularıdır.
Həqiqət Həzrət Məhəmmədin duyğularıdır. Baxın, apardı oradan. Şəriət Allah tərəfindən gələn Peyğəmbərin dilindən cari olan sözlər. Təriqət Həzrət Məhəmməd yaşadığı və işlədiyi işlər. Həqiqət, bunların həqiqəti Həzrət Məhəmmədin duyğuları və düşüncələri. Tərif verdi. Bunun tərifi, şeyxin tərifi odur. Həzrət Məhəmməd əleyhissalam halidir, halı. Onun şəriəti əvamiri ilə nəvahi və təşrifidir. Şəriət nə deməkdir? Onun şəriəti Həzrət Məhəmmədin əvamiri ilə nəvahi və təşrifidir. Onun əvamiri, əmrləri bu işi gör. Nəvahi, yəni o işi görmə. Bunlar, bu iki dana şəriət bunlardan. Bir də təşrifi. Deyib ki, bu işi görün, görməyin. Yəni, pişnihat. O şey ki, farsda pişnihatdır, təşrif. Ki, surətdə vaqi olur. Ki, yəni görünən görünür. Və təriqətün əhli, əməli, hər əməldir kim, hər nəsnə kim vacibatıdə və şər'ün müsəvvənatında ya müsəvvənatında şəriyyətün məsunatda qatiraq və müşkürraq olə anunglən əməl eyləyə və təriqətün yolu bir yoldur kim həqqə varur və yolun müntəhası kül aləmincə kövni aləmincə sordular kim? Bəs bu necə olur kim? Ət-təriqu iləllah bə'də itqasıl xəlaiqi به عدد انفاس غلط oxumuşam. Necə olur ki الطریق الی الله به عدد انفاس الخلایق Həzrəti soruşdular ki, bəs necə deyiblər ki? Diqqət buyurun, bu hədisi bir dəfə də eşitmişdim, bilirdim bu hədisi, amma diqqət eləməmişdim, bu yadımdan çıxmışdı. Bu da bir düşüncədir, diqqət buyurun. İslamdan düşüncə ki, mən deyirəm, ona bir dənə dəlil tapdım əslində. Mən deyirdim ki, İslam deyə bir şey yoxdur, müsəlmanlıq vardır və hər kəs öz düşüncəsi ilə bir İslam yaşır. Və dünyada bir doğru İslam yoxdur. Doğru İslam Həzrət Məhəmmədin getdi. Həzrət Məhəmməddən sonra hətta 4 xəlifəmiz də ki vardı, Allah Teala hamısını rəhmət eləsin. Onların da İslamları bir-birindən fərqlidir. Çünki yaşamları fərqlidir, yaşayışları fərqlidir, beyinləri fərqlidir, düşüncələri fərqlidir, ailələri fərqlidir, dədəb-nənələri fərqlidir, arvad-uşaqları fərqlidir. Yaşam şəraiti fərqlidir, ciblərindəki olan imkanları fərqlidir. Bu onların İslamlığına, müsəlmanlığına fərqi qoyur. Onun üçün İslamda bir hədis var, deyiblər ki, Ət-təriqu iləllahi bə'ədədi nüfusil xəlaiq. İnsanların sayı qədər Allaha getmək üçün yol var. Hər kəsin yolu o birisindən fərqlidir. Hər kəsin İslamı o birisindən fərqlidir. Hər kəsin müsəlmanlığı o birisindən fərqlidir. Bu da o hədisdir ki, mənim düşüncəmə gəlir. Amma mən bu hədisi öncələr, bəlkə 30-40 il bundan qabaq bunu eşitmişdim. Amma təəssüflə bu hədis o hədislərdən ki, məzlum qalıbdır. Bir nəfər durub şeyxə deyib ki, ət-təriqu, bəs onda, bəs bu necə olur ki, sən indi belə dedin, Həzrət Məhəmmədin şəriəti dedin belədir, təriqəti dedin belədir, həqiqətli dedin belədir. Onda Həzrət Məhəmməd özü bir insandır. Ət-təriqu ilallah bə'ədəd ənfasıl xəlaiq. Allaha gedən yol insanların tayı qədərdir. Hər insanlar qədərdir. Xəlaiq qədərdir. Xəlaiq hətta məsələn heyvanlar da xəlaiq hesab olurlar da. Dağdaş da, güllər də, ağaçlar da, bunlar da xəlaiq hesab olurlar. Amma adam hesablasaq, onda Həzrət Məhəmmədin özünə nisbət
Bir yolu var idi, şəriəti var idi, bir təriqəti var idi, bir həqiqəti var idi. Onda biz necə eləyək? Çünki biz ona görə, indi bu görək nə deyir? Həzrəti Şeyx Qüddəsəl buyurdu ki, yol mükəvvinat aləmin nəhayətincə birdir. Mükəvvinat təkvin, təkamül. Müsəlmanlar əvvəldən təkamülə mötəqiddirlər. Bunu Darwin deməyibdi. Bunu bizim müsəlmanlar işlədiblər. Təkvin, mükəvvinat, təkvin. Ona görə deyir ki, Şeyx Qüddəsəl buyurdu ki, yol mükəvvinat-i aləmin nəhayətincə birdir. Aləmin sonuna qədər yol birdir. Yəni dünya deyəndə varlıqlar. Bunun sonuna qədər nəhayətincə, onun sonuna qədər birdir. Və bu ki, hər göngülünün, hər qəlbin və bu ki, hər göngülünün həzrətinə bir özgə yol var. Hər gönlün huzuruna, burada həzrət ya da o peyğəmbərə tərəf bir yol var. Həqiqət əhlinin yoludur. O da həqiqət əhlinin yoludur. Pəs hər göngülünün həzrətinə bir özgə yol var. Hər gönlün özünə bir ayrı özgə, yəni bir fərqli yol var. Özgə fərq anlamında. Bu da gözəl sözdür. Öyrəndim bu günləri. Özgəni, fərq sözü ki, ərəbcədə onu yedir özgə. Pəs hər kəsin bir fərqli, bir özgə yolu var həqiqətə. Əhlinin yoludur. Həqiqət əhlinin yoludur. O da həqiqət əhlinin yoludur. Hər kəsin özünün ürəyində bir yolu vardı Allaha tərəf. Deyid, həzrətinə 100,000 yol açıbdır haqqı vəli. Çox gözəl. Hər göngülünün bir yolu var, kim yetər dərgahına. Hər gönlün özünün bir yolu var ki, Allahın dərgahına gedir. Diqqət buyursaz, bizə bu hədisi desələr, görərik ki, onda müsəlmançılıq dünyada yoxdur. Müsəlmanlar var. Və İslam yoxdur. İslam yoxdur dünyada. Müsəlmanlar və müsəlmançılıqlar var. Hər kəsin özünün ən doğru İslam bilir. Özəlliklə onlar ki, əmmamə qoyurlar başlarına, məsələn, tələbəlik eləyiblər, Hövzə-i Elmiyyədə dərs oxuyublar. Hər kəsin öz düşüncəsini ən doğru İslam bilir. O halda ki, hər kəsin öz düşüncəsi onun savadına, sinninə, təcrübəsinə, işləri ki, öncələr görübdür onlara, kitabları ki, oxuyubdur onlara, dədə-nənəsinə, bacı qardaşına, yoldaşlarına, müəllimlərinə, ustadlarına, səfərlər ki, eləyibdir onlara, bir şeylər ki, oxuyub onlara bağlıdır. Təcrübələrinə bağlıdır. O şeylər ki, bu adam deyil. Nədir? Oxumadıqları kitablar, görmədiyi yerlər, görmədiyi adamlar, oxumadığı yazılar, düşüncələr, dillər, bilmədiyi dillər. O adam müsəlmanlığı bunlardan azdır. Yəni, bunları ondan çıxın. Bir dənə adam siz çıxın ki, o ərəbcəni bilir, Hövzə-i Elmiyyədə dərs oxuyubdur, dədə-nənəsinin ya savadı var, ya savadı yoxdur, bacı qardaşının ya savadı var, ya yoxdur, ya müsəlmandırlar, ya müsəlman deyirlər, ya savadlıdırlar, ya savadlı deyirlər, yoldaşları kimdir mədrəsəyə, hangi mədrəsəyə gediblər, nələr oxuyublar, hangi kitablar oxuyublar, hangi filmə baxıblar, hangi seriala baxıblar, hangi kartonu görüblər, hangi nağılı eşidiblər, hangi hekayəni görüblər, hangi şəhərlərə gediblər, kimlə yoldaşlıq eləyiblər, kimlə oturublar, durublar, hangi məmləkətlərə gediblər, hangi dilləri bilirlər, bu adam budur. Amma bu adam, həman adam, məsələn, deyək, Çin dilini bilmir, Çinə getməyibdir. Bir çox insanlar ki, müəllimlərdilər dünyada, ustadlardır, onları görməyibdir. Ərəb dünyası olsun, İslam dünyası, müsəlmanlar dünyası olsun, ya qeyri-müsəlmanlar dünyası olsun, bunları bilmir.
Bir çox səfərlərə getməyib, bir çox məmləkətləri görməyib, bir çox yeməkləri yeməyib, bir çox içməkləri içməyib, bir çox yaşamları şahid olmayıb, bir çox adamlarla ki, adamlar evləniblər, onlarla evlənməyib, onların ailələri ilə birləşməyibdi. Bir çox uşaqları, bunun uşaqları məhduddur, bir çox uşaqları olmayıb. Məsələn, deyək ki, dünyada 1 milyon uşağı olsaydı fərqli düşünə bilərdi. Hətta 10 uşağı olsaydı fərqli düşünə bilərdi, ta bir uşağı ola. Ya əslən uşağı olmaya. Ya məsələn evlənə bilə, ya evlənə bilməyə. Pulu ola, ya olmaya. Kasıb ola, ya dövlətli ola. Kitab almağa gücü ola, ya olmaya. Əmanət kitablarından oxuyub, ya almaq kitablarından oxuyub. Bunların insanın, hətta bu da fərq edir. Yəni əmanət kitabından kitab oxuyub bu adam, yoxsa özünün şeyi var. Bu adam daimən qorxuda qalıb ki, bu kitaba su tökülər, çay tökülər, filan tökülər. Bu adam məsələn siqar çəkibdi, əraq içibdi, içməyibdi. Bu mühümdür. Yəni bir dənə müsəlman əraq içsə, onun baxışı İslam'a fərq elər. O adamla ki, əraq əsla içməyibdi. Bir adam da bir dəfə içib, bir adam 10 dəfə içibdi. Bunun fərqi ola bilər. Bir adam bir tüstü çəkibdi qarnına, bir adam əsla tüstü çəkməyib. Bunun təcrübəsi və düşüncəsi fərqlidir əslən. Məsələn, mən ömrümdə əsla siqar içməmişəm. Mən bilmirəm siqar içən insanlar nə cür düşünə bilərlər. Onu çəksəydim mənim düşüncəmə nə təsir qoya bilərdi? Əraq içsə birinin davranışında, düşüncəsində nə təsir qoya bilər? Ta əraq əsla içməyəm. Məsələn, mən Kanadada görürəm məşrub alkollu məşrub içirlər. Çünki məşrub var, alkolsuzdur. Məsələn, burada dükkanda məşrub satırlar, şərab. Yəni, o şey ki, İranda şərab, əraq deyirlər. Alkolu yoxdur. Abzol satırlar, əsla alkolu yoxdur. Əsla yoxdur. Amma alkol, yəni şərab, abzol hesablanır. Yəni, bunu bilmirəm, bir hesablanır. Bunu içən və içməyən bilən ki, əslən beləsi var ya yoxdur. Fərqli İslam yaşar. Fərqli İslam yaşar. Ya fərqli fətva verə bilər. Bu qədər çox geniş bir dünyanın içindəyik biz. Ət-təriqu iləllahi bi'ədədin nüfusil xəlayiq. Biri namaz qılır, biri namaz qılmır. Birinin dədənənəsi namaz qılan idi, birinin dədənənəsi namaz qılan deyildi. Birinin bacı qardaşı oğru idi, birinin bacı qardaşı oğru deyildi. Birinin dədənənəsi ixtilasçı idi, birinin dədənənəsi ixtilasçı deyildi. Birinin dədənənəsinin qardaşı ixtilasçıdır, özü ixtilasçı deyil. Bunlar onun necə baxacaqlar ixtilas məsələsinə təsir qoyacaq. Biri dövlət işindədir, dövlət işində deyil. Biri bazardadır, biri bazarda deyil. Biri bənna fəhlədir, biri bənna fəhlə deyil. Biri mühəndisdir, döktürdür. O ki döktürdü, mühəndisdən xəbəri yoxdur. O ki mühəndisdir, döktürdən xəbəri yoxdur. O ki bunların ikisi də hüquqdan xəbəri yoxdur. Heç bir bənna əmələdən xəbəri yoxdur. Yəni insan o şeylərdən ki bilmir, bilmədiyi qədər İslamı fərqli düşünəcəkdir. Yəni bilsəydi fərqli düşünərdi. Bir adam həm döktür ola, həm mühəndis ola, həm memar ola, həm bənna ola, həm fəhli ola, həm dəmirçi ola, həm nəccar ola, həm rəngirəc ola, həm yazar ola, həm filmçi ola, həm serialçı ola, həm bunların yəni hamısını bilən və çoxlu. Həm aclıq çəkmiş ola, kasıblıq çəkmiş ola, həm dövlətli pullu olmuş ola, həm qorxudan ki, mən bu günləri bu pulu xərclərəm, sabah ac qalaram, uşaqlarım ac qalar, onu çəkmiş ola, həm yetimlik görmüş ola, həm yetimxanada yekəlmiş ola, həm dədənənəsi ola, həm dədənənəsi ilə. Yəni bu cür bir adam çox fərqli düşünər. Ta o adam ki, bunların heç birisini yaşamayıbdı. Bir fərqli yaşamda. Ya yetim olubdu, elə əvvəldən yetim imiş. O bir ayrı cür düşünər. Yəni biz İslam dediyimiz şey bizi, mənim İslamım o şeydir ki, məni bu gün bu vəziyyətə gətiribdi. O kətdə doğmağım, dədənənəmin vəziyyəti, yoldaşlarım, famillərimiz, müəllimlər işi kətdə görmüşük, şəhərdə görmüşük, kəndimizin əhalisi, yerimizin, coğrafiyamızın dağdaşlığı, Təbrizin sonra gəlmişik köçmək nə cür köçmüşük. Köçəndə nədir? Mən çox önəmli şeylər, yəni xatirimə gəlir.
Təbrizdə harda yaşamışıq, hansı məhəllədə yaşamışıq, qonşularımız kim olubdu, yoldaşlarımız kim olubdu, savadları nə qədər olub, düşüncələri nə qədər olub, sərvətləri nə qədər olub, aclıqları, toxluqları nə qədər olubdu, kitab ala biliblər, oxuya biliblər, oxuya bilməyiblər, pulları doyunuz qədər, qarın doyun qədər pulları olub yemək alsınlar, almasınlar, əraq ala biliblər, ala bilməyiblər, oğurluğa gedə biliblər, gedə bilməyiblər və uf. Bunların hamısı mənim müsəlmançılığımı saxlayır. Hətta sonra məsələn danışığa gedibdi, evləndi, hangisində evlənibdi, uşaqları olubdu, uşağı qız olubdu, oğlan olubdu, neçə qız, neçə oğlan. Sonra məsələ danışığı nə cür oxuyubdi, nə oxuyubdi, nə cür oxuyubdi, oxuyarkən hansı işlərdə işləyibdi, ya işləməyibdi, dədə puluna bağlıymış, öz puluna bağlıymış, nə qədər bağlıymış. Havza elmiyə gedibdi, getməyibdi. Orada hansı dərsləri oxuyub, kimlə oxuyub, nə cür oxuyub, o mollalar nə deyiblər, nə deməyiblər, mədrəsədə müəllimlər nə deyiblər, nə deyiblər, danışıqda müəllimlər nə deyiblər, nə deməyiblər, kitablar nə deyiblər, nə deməyiblər, film, sinema, teatr, musiqi, nəqqaşi, əkkasi, xiyabanda gedəndə bir şeylər görüb görməyibdi, maşında bir şeylər görüb görməyibdi, bir parça gedib, bir dağa gedib, bir bağa gedib, biri ilə tanışıb, biri ilə danışıb, birini görüb uzaqdan, yaxından danışıb, oturub durub. Bunlar hamısı orada tutulub polislə zindana gedibdi, zindandan çıxıbdı. Bunlar hamısı o adamın İslam ki yaşır, onun üstündə, o İslam odur. Onun İslamı bunların hamısıdır. Yoxsa bunlardan qeyri-İslam yaşanmır. Ayətullah da buna taydı, müştehid də buna taydı, müfti də buna taydı, hamısı buna taydı. Hamısı bu şəraitin içində bir məhdud. Deyək ki, dünyada trilyonlar qədər təcrübə, kitablar, yazarlar, falanlar vardı. Bu adam bunlardan məsələn, deyək ki, okyanus deyək, bir dəniz deyək, bir dənizin içində trilyardılar damla var. Bu adam o damlalardan biridir. Və o qədər ki damladı, o kitabların içində, toplumun içində, insanların içində, rabitələrin içində, yaşam tərzilərinin içində bu adam o qədər müsəlmanlığı, yəni müsəlmanlığı o qədərdir. İslamı o qədərdir, İslamı o qədərdir. Mən fikir eləmişim bu qədər yetişər. Gedək kitabımızdan o birisinə. Mən bu məsələdə biraz həssas olduğum üçün gedək bu kitabın son səhifəsindən biraz oxumağa çalışıq, görək ki, nə deyir? Son səhifədən biraz oxuyaq. Mən birazdan sonra da döktürə gedəcəyəm. Onun üçün biraz əcələ etməliyəm ki, bunu qutaram. Beyt. Bu beytidən başlayıram oxumağa. Səhifənin sonudur. Beyt. Hər kim ol insanı kamil ilə ədəbsizlik edər, öqradurlar anga div و dad ədəb şam و səhər. Öqradırlar. Hətta burada biz indi örgədirlər deyirik. Diqqət bunun indi Azərbaycanda. Azərbaycan deyəndə yəni şimal cənubu mən ayırmıram bir-birindən. Quzey güney birdir. Məncə bir Azərbaycan. Örgədirlər deyirik. Örgədirlər. Amma burada 500 il bundan qabaq yazılmış kitabda yazır ki öqradırlar. Öqradırlar anga div و dad ədəb şam و səhər. Bu da cəlib sözüymüş. Biz bunu ədəb haqqında bir şeylər deyibdik. Kaş onu oxuya biləydik, görəydik ki, nə deyir. Hekayət. Miran adlı bir kişi Hazreti Şeyxin Qüddəsə sürrə çobani idi. Çoban yazıbdı. Çobani idi və onun ehtimalən Zirəng adında bir şeyi var. Ya zün belə kağıt cırılıbdı, bilinmir. Və onun Züng adlı bir qayın atası var idi. Və bu qayın qayın atı Türklərdən ilər nə mənə? Və bu qayın ata ehtimali olacaq da atı yazıbdı. Onun üçün mən bunu bu qayın ani Türklərdən irəlidə satın almış idi. Atıdır, ehtimalən atı. Bu qayın
atı türklərdən irəlidə satın almış idi. Amma əslidən azad idi. Və o üstəki şey oxuya bilmədik, o kəlmə burada gəlir. Ol zəringün etiqadi bütün dəgül idi. O zəringün ki bu dedi və onun Zəringün adlı bir qayın atası var. Zəringün. Zəringün ehtimalen bunun adı Zərringün ya Zəringün. Belə bir adı var imiş. Zəringün ol Zəringün etiqadi bütün degül idi. Və içi nifaq xəbasətindən dolu idi. Və gah ədəbsizlik edib sufilərin haqqında sözlər söylər idi. Bir gün Həzrət Şeyxin xirqəsi ilə sufilik təriqində kim eylünk içində izzətli idi. Haqqında dilini uzadıb bir təqrib nə mənə burada bir kəlmə ehtimalən narar söylədi. Ehtimalən burada o kəlmə silinibdir. Burada silinməyi görürük. Yəni kəlməni qazıblar. Kitabı qazıblar burada. Orada da üstdə də bu bir yerdə təkrar olubdur. Aynı səfədə görürəm. Üstə cəhcah, ədəbsizlik edərdi. Burada bir əlif var imiş. Lam, ləhu kimi. Ləhu kimi bir şey yazılmış. Ədəbsizin arasında ədəblə bizsiz ədəblə bığın arasında bir ləhu kimi varmış. Onu bıçaqla ya bir ülgüclə onu qaşıyıblar. Yeri qalıbdır. Diqqət eləmirdim. Amma burada bu təqrib sözünün üstündə o sözlər söylərdi. Bu sözlər bir şey yazılmışmış. Onu siliblər. Nöqtəsi qalır üstə. Amma mən bunu sözlər indi oxuya bilərəm. Dilini uzadıb bir təqrib sözlər söylədi. Qəzadan həm ol gün gəncüsün kəndindən nə mənədir bu kəbcünün kəndindən Ərdəbilün vilayətindən bir işgə minib eşşəgə ehtimalı. Eşşəgə minib qoyun üstünə varır idi. Yolda bir ayvanga yoluxub yolda bir ayı ehtimalə iyi, yəni yaxçı. Ayı elə ayı. Yolda bir ayı anga yoluxub iki ayaq üstünə durub əlləri ilə şəllaqlar onun yüzünə ürdü. Ayı iki ayaq üstünə bunun şəllaq kimi bunun üzünə vurubdu. Ürdü. Ol qaviyyətdə kim başından dölündü ilə yüreğin götürüb börkün elbələr. Börkün götürüb pavra eğilib yazıya atdı. Yazı ehtimalən yəni bir uzaqlığa yazıya atdı və özü kendi yoluna vardı. Ayıb getdi işini dastan. Beyt, hər kim ol insanı kamil ilə ədəbsizlik edər. O ayıb bu adam o kişiyə rast gəlib. Zərnəmə neydi ha? Ona rast gəlib əslində. Onu bu vəziyyətə salıbdır. Hər kim ol insanı kamilün ədəbsizlik edər, öqradurlar anga div və dərd ədəb şam-ı səhər. Hikayət. Ulta ki Həzrət Şeyx ulta ehtimalən ultaq olacaqdır. Nöqtəsi düşməyibdir. O ədəbsizliyə hətta bu aşağıda da yenə ehtimalən dənsizlik eləyəcəkmiş, dənsiz yazacaqmış şeirdə. Onu yenə də qazıblar və nöqtə qoyublar aşağıda olub ədəbsiz, dənsiz imiş.
Əvvəlində bir əlif izafə eləyiblər, olubdur. Əlbəttə əlif elə aynı qələmləndir. Bəllidir bunları özləri eləyiblər. Yəni qələmi yazanda bu işi görüblər. Ultaq ki Həzrəti Şeyx Qəddəsə Sirruh Bəğdadidə varırdı, Kürdistan ölkələrində. İndi mən bu baxıram görüm Kürdistan doğrudan Kürdistandır, yoxsa mən Kürdistan oxudum. Ölkələrində Kubalimə kəndinə yetdi. Əraqda Kürdistan deyir var. Bəğdada varırdı. Kürdistan ölkələrində Kubalə kəndinə yetdi. Pəs Kubalə kəndi varmış o zaman Kürdlərin Əraqa gedəndə, Bəğdada gedəndə. Kəndinə yetdi. Bir yoxuşdan, üzü yuxarı, yoxuş biz deyirik. Bir yoxuşdan inişə inirdi. Üz aşağı gəlir, bir yoxuşdan üz aşağı gedirdi. Ol yazının taxılları sapsarı gördü. Ol yari ya da yazı. Ol yazının taxılları sapsarı gördü. Yaz ehtimalən burada çöl, düzlük anlamını gəlir. Ehtimalən. Ol yazının taxılları sapsarı gördü. Sordu kim? Bu taxıllar nədən böyle sarı və zəif urlar dediler. Bir qurt bu yerdə bulunubdur kim taxılları dibindən kəsər. Burada ehtimalən fitrət kimi bir şey yazıb, şədə həzrətdir, beləsi olubdur. Çünki burada kəlmələr silinməyə deməyim, mən şey vurmayayım, amma qətən bunun üstünə bir parça qoyulub çəkilibdir, yayılıbdır 2-3 dənə kəlmə, 2-3 sətirdə. Həzrəti Şeyx Qəddəsə Sirruh dedi, bir avuç topraq mənə verdilər. Hər nəsnə oxuyub, ya bir nəsnə, ehtimalən bir olacaqdır, nöqtəsi yoxdur. Bir nəsnə oxuyub toprağa üfürdü və dedi, muni alın taxıllarınıza sapung, yəni sapung dediyi kimi bu kitabın qalanına gedək ki, bayaqki kimi şey eləməyək, eylədilər. Dediyi kimi eylədilər. Ol birinin qurtları, o yerin qurtları, ol Həzrətün nəfəsi bərəkətindən qamu həlak oldular. Və ağən yerləri onlardan pak oldu. Əkən, ehtimalı dakən oldular dakən, yerləri onlardan pak oldu. Niye heyvanları öldürübdü? Burada sual soruşmalıdır. Yəni heyvanlar da yaşamalıdırlar. Niye onları öldürübdü? Məsələn, torpaq səpibdi ki, onların hamısı ölsün, onların şeyləri olsun. Yəni bu biraz mənə əcib gəldi ki, məsələn, heyvanların canına qiymət vermirmiş, yəni mənə məsələ. Onlardan pak oldu və dahi hərgiz ol qurtlərdən kimsə sağlıq dırmadı ya vermadı. Pəs hangi yerdə, hangi yox, hangi yerdə burada cırılıb kitab peyda olurdu, ehtimalən qurdudur, hər nə mənədir, olurdu, ol yerin toprağını alıb gətirirlərdi və vagənlərinə ehtimalən burada o kəlmə cinizirib verərdilər, qurtlar qamu həlak olurlardı. Qətə, nuş daru olur, ol topraq kim anun lafzidən bəhrə alır, üfür magidin ölüyə can verir.
Həşərədək topraqdan bitə hübab cavid. Aha, ehtimalə o kurt dediği bir növ afətdir. Mən orada canavar deyə bunu düşündüm, ayı deyə düşündüm. Yəni heyvan, böyük, deyək ki, məməli heyvan düşündüm. Ehtimalən bu həşərə sözü ki, burada gətirir. Həşərə sözü bir növ afətdir. Çərikcə olsun ya bir ayrı bir heyvanlar olsun, afət. Onları torpaq səp etdi, onlar ölüblər. Əlbəttə onlar da canlar var, amma onları hər halda biz insanlar öldürürük da. Çünki vaqəən gələndə qoymur heç də salim qalsın. Amma canavar da aydı, bunlar düz yeyirlər. Ələn bizim burada 2 dənə kiçik ağacımız vardı gözün qabağında. Məsələn, hərəsində bir 20 dənə də alma var idi. 30 dənə falan, bəhman. Bu mişabıl kimi bir heyvan var. Onlar yedilər, qutardılar. Birində 3 dənə qalırdı, birində əslən qalmırdı. Məsələn, bu səhər yuxudan duranda baxdım. Birində 3 dənə qalırdı, birində əslən qalmırdı. Heyvan deyir, o onun payıdır. Neynəsə, məsələn, gedib özünü ağac əkməyəcək ki, onun ağac əkmək gücü yoxdur. Eyni halda ki, bu torpaqlar onların idi. Biz gəlmişik, işğal eləmişik, onların əlindən çıxartmışıq. Onların yemaqları buradaydı, içməkləri buradaydı, suları, şeyləri. İndi onlar da məcburdular ki, bu yemağı gələrlər, buradan yeyərlər. Onlar bilmirlər ki, bunun sahibi var. Sahibi biz deyirik sahibi. Əslində bu yerin sahibi yoxdur ki. Yerin sahibi tamam, bu hər kəs ki burada yaşayır odur. Amma indi feylən bu dünyada belə eləyiblər ki, bu yeri sən pul versən alsan sənin olur. O halda ki sənin olmur. Həşərədək topraqdan yenə hubab cavidan. Həzrətün hər yerdə kim anung ayağı qoyulur. Belə bir şey getdi 3-cü fəsl. Bura 3-cü fəsl, 11 fəslidən 3-cü, amma biz kitabın sonuna gəlirik. Cəlib budur ki, yavaş-yavaş gedirik kitabın sonuna, amma bu gedək kitabın 50-ci səhifəsinə bir baxaq, görək ki, burada nə var. 50-ci səhifədə yox, amma 53-cü səhifədə 2-ci fəslidir. Bu 2-ci fəslidə görək nə deyir. Həzrət Şeyx Səfiyyəddinin kəramətlərində gələn vaqiələr ki, hərə zuhur gələri kim həzə belə bir şey oxunur. Ya da hələ zuhur gəlmədin buyurubdur qəddəsə sirru hikayət. Bir yanıqlı pirə Əhməd dedi, birinəqli pirə Əhməd dedi, bir tuslu pəhləvan Məhəmməd var idi kim bizim kəndimizdə şəhnə idi və çox zamanlar anda idi. İttifaqən Mevlana Siracuddin kim Həzrəti Şeyxin xəlifələrindən bir idi, kəndimizə gəlib pəhləvan Məhəmmədin məscidində qondu. Pəhləvan Məhəmməd anın ziyarətinə vardı və Mevlana Siracuddin o gecə kim cümənin gecəsi idi, Həzrəti Şeyxi Qüddəsə sirruh döşündə gördü, döşündə gördü kim dedi pəhləvan Məhəmmədə. Burada cırıq, kitabın cırığıdır. Kim tövbə ilə olsun və bu süfrə kim varmaq istar varmasın. Bu səfərə kim varmaq istar varmasın kim ömründən 10 gün demələ cırığa gəldik. 10 gün durur. Ehtimalən durur. Ya qalıb durur. Belə bir şey ola bilər. 10 gün küp durur. 10 gündən çox qalmır. Yəni 10 gün küp durur. Mevlana Siracuddin döngüləsi köçmək istər idi. Dangilə nə deməkdir bilmirəm. Danınla ya. Din və anınla. Bəlkə də onunla. Və anınla. Və anınla Mevlana Siracuddin və anınla köçmək istər idi. Amma şeyxin peyğamın pəhləvan Məhəmmədə yetirmək üçün ol gün əyləşdi, yəni əgiləndi. Pəs cümə günü cümə namazın anda əda qıldı. Çün pəhləvan Məhəmməd məscidə gəldi, Mevlana Siracuddin onu ögünə çağırıb, önünə
ögünə çağırıb Həzrəti Şeyxin peyğamın anqa dedi. Pəhləvan Muhammed cün bu sözü eşitdi, dedi, hala bu səfərə varayım inşallah sağlıq ilə qaydayım, pəs tövbə eylayım. Mevlana Siraciddin dedi, bu peyğam Həzrəti Şeyxingindir. Mən sənqa dedim daxi, sən bilirsin. Tamam, buradan təqribən bir səhifə oxuduq. Gedək 100-cü səhifəsindən də biraz oxuyaq bu kitabın. Dedim, bu kitab ziyarət eləməli kitabdır. Yəni, məmuli kitab yaşına görə. Nəinki kitabın sözlərini qəbul eləyək, bağlı gözlə. Yox, təbii ki, onu demirəm, amma kitab Türk dilinə və Türk ədəbiyyatına, özəlliklə Azərbaycandakı qəziyyəyə çox önəmlidir. 100-cü səhifədən biraz oxuyaq, görək ki, nə var? Bu qorxudan olacaq kim? Oldum, öldüm ya da oldum. Həzrəti Şeyx Qəddəsəsürruh Ağacünk ağacın. Ağacın yanına gəlib mübarək əsasın ağaca dəkdirdi. Ağac təvazu ilə əqilib ahistəcə məni yerin üstünə qoydu. Ahistəcə məni. Ağaçlıymış adam başı. Adam çıxmış ağacın üstünə. Dastanı oxumadıq mısın bilmiyorum. Məni yerin üstünə qoydu. İbn Hacib necə qatilə andılar içdi. Necə qatilə, orada da qatili oxumuşduq. Qatil deyil. Qatlə. Qat yəni lay. Onu mən orada iştibah oxumuşam. Mən qatil kəlməsi gələndə oxumaq başarmırdım. Çünki farsca hələ mənim zihnimdə var. İbn Hacib necə qatilə andılar içdi. And olsun filan, and olsun Bəhman, and olsun filan. Biləsi neçə dana? İçdi. Kim? 2 həftəyə dakin köksüm şişib ağrırdı. Köksüm sinələrim, belim ehtimalən burası. Beyt. Vaiz ilə Qur'an dində eşitmək üçündür qulaq. Vaiz ilə Qur'an dində ya dində eşitmək üçün vəz ilə Qur'an dind eşitmək üçündür qulaq. Hərzə sözlərə qulaq asməz kimə varisə əqil. Hikayət. Hacının oğlu, burada Cacinin görsənir, amma Hacinin oğlu Mevlana Şəmsəddin rivayət qıldı. Nə rivayət qıldı? Rivayət qıldı atasından kim bir gün Şeyxin həzrətində namaz qıldıq. Həzrətində yəni huzurunda, yanında. Şeyxin həzrətində namaz qıldıq. Namazdan sonra Həzrəti Şeyx buyurdu, bir təharətsiz kişi gəlib bizim ilə namaz qıldığı saatdə bir yigit ayağa qalxıb dedi, o kişi mənəm. Və Həzrət Şeyxin Qüddəsə Sürrəh ayağına düşüb tövbə qıldı. Beyt. Əhli dilinin güngli vaqifdir cahan əhvalidin. Zinhar özüngini saxla gil yaman əfalidin. Hikayət. Həm bu ravi atasının Pirə Əhməd nəql etdi ki, ol dedi bir gün Pirə Xəlil Həzrəti Şeyxindən Qəddəsə Sürrə şikayət edərdi. Mən özümü uyxuya salıb gözümü yumdum ta ol yaman sözləri tərk edib söyləməyə və mənim qulağıma dəgməsin. Həman kim Həzrəti Şeyxin həzrətinə vardım, manqa buyurdu, Pirə Əhməd, mənim dostum ol kimsədir kim, qacan kim bir münafiq mənim
qaputu nə mənə? Mənim qaltupum ilə ol yatıb gözünü yumdura. Nə mənə? Mənim qeybətüm ilə ol yatıb gözünü yumdura. Beyt. Hər kim asmaya qulaq qeybət edənin qalinə özünü uxuya salsa yekdür anın halinə. Yekdür yəni yaxçıdır. Hikayət. Tamam, bir ayrı hikayətə keçir. Gedək kitabın sonuna, çünki mənim də vaxtıma az qalır. Döktürə getməliyəm. Gedək kitabın 150-ci səhifəsindən də bir-iki səhifə, bir-iki sətir oxuyaq. Bu kitabımızı bugün başa çatdırmağa çalışaq. Aydad bidad. 150-ci səhifə. Görək ki, bunu oxuya bilirik yox. Kiyasiluş yaşıl don giyib gəldi və bir degenək əlində. Mən anqa sığınıb kölgəsində imən oldum. Ondan sordum ki, sən kimsin? Dedi Ərdəbillü Səfiyyəddin. Pəs dedi, tövbə qıl və Məkkəyə var. Dün uykudan uyandım, dedim, bu bir düş idi. Bu bir düş idi, bu bir xiyal idi, yox idi. Bu bir düş idi, yalan ilə gerçəkliği bəlli dəyil. Yenə bir qatlə həm bilə şeyxi gördüm. Bir ayrı dəfə, qatlə yəni bir ayrı dəfə. Bir qatlə, bunu neçə yerdə iştibah oxumuşam. Bu da ədəbi kitabı oxuduqca adam anlar ki, bunun içi nədir? Türkcəmiz beləsi güclənəcəkdir. Dəcül, yenə bir qatlə həm bilə şeyxi gördüm. Yaşıl don geymiş idi və əsası əlində və qəzəb ilə dəcənəyi manqal çəkib buyurdu. Tövbə qılıb həccə var yenə. Çün etiqad qələt idi. Bu düşü daxi heçə sayıb bu tövbə qılmadı. Üçüncü qatlə, üçüncü dəfə, üçüncü gözəldir. Bu qatlə sözü də gözəldir. Üçüncü qatlə həm Həzrəti Şeyxi Qüddəsə Sirru vaqiətə gördü. Kim əsası anqa çəkib təhdid ilən dedi, əgər tövbə qılmayıb həccə varmazsən, bu dəgənə gün heyri qabırğından geçiririm. Bu dəgənə gün ceyridir, heyridir, cəbri. Bu dəgənə gün cəbri qabırğından zorla, cəbri qabırğından geçirirəm. Süleyman dedi, indi yer ay geçdi, indi bir ay geçdi kim Hicazın karvanı gedib durlar və mənim heç yoldaşım yoxdur və ol qədər güc ilə qüvvətim yox kim yolun azuqi müyəssər olə və əyalımın nəfəqəsi daxi mən gələnə dək vəfa eyləməz. Həzrəti Şeyx Qüddəsə Sirruh dedi, qayırməzsən həman yola düşüb təşvişimlə, qayırməzsin həman yola düşüb təşvişlənmə. Çün uykudan uyandı, qalxıb belini bərk bağlayıb əyalı ilə danışmayıb sultaniyəyə dakin vardı və ondan karvana ulaşıb Bəğdada yetib həccün karvanı bilə Mədinə ilə Məkkəyə varıb həccün fəraizi ilə nəvafili yerinə yetirib. Tamam, görürsünüz ki, kitab çox sadə dil ilə yazılıbdır. Mən Allaha min şükür olsun ki, mənə bu imkanı verdi, bu kitabı oxudum. Kitabın son səfələrin 2 səfəsini bir də oxuyaq və kitabı qurtaraq. Hikayət. Pirə Əzzəddin ilə əsirlü Pirə Xızır və Pirə Əvəz Şah Məhmud Abadə varurlardı. Yolda gedərkən Pirə İzzəddin əxi Şəhabünün
tərifinin edərdi. Bu yoldaşları dedilər, əxi Şəhab. Peyvəstə, ehtimalən peyvəstə oxuram mən buna, ola bilər ki, beyvəstə olacaqdır əlbəttə. Dedilər, əxi Şəhab, beyvəstə xəlaiqi kötərincə lik eylən riyazətlər çəkmiş ola. Pirə İzzəddin dedik, gələngiz kim ani sinalıyalım. Tavsidə dahi biləsiniz kim əxi Şəhab necə kişidir. Pirə İzzəddin dedi, mən ondan tazə üzüm istərəm. Pirə Xızır dedi, mənim üçün qavun gətirsün. Pirə əvəz şah dedi, manqa bal gərəkdir. Cün əxi Şəhabın evinə vardılar. Ləhzədə Pirə İzzəddinin yanına üzüm qoydu və Pirə əvəz şah üçün bal hazır etdi və nə mənədir bu üçüncü Saqib də dişxarı çıxıb 1-2 saatdən sonra burada kəlmə silinib ki, döb nə mənədir bu döb yüzünü Pirə Xızrə eyləyib dedi, sən həmişə mənqa zəhmət verərsən. Bu göz çağında, bu kör çağında mən sənin üçün qavuni xandan gətireyim. Nə qədər kim gəzib istədim, ələ gəlmədi. Məndən məzur dütmək gərəksən. Kim ki göngüldən xəbər aldı. Ehtimalən burada beyt yazıbdı. Beyt silinibdi, görünmür zaman içində. Kim ki göngüldən xəbər aldı qamusinə bilir. Zira kim göngül qamu əsrarıdan vaqif durur. Burada kitab qutardı. Rübaiyənin qarşısında Bəhai hazel kitab altın, 100 altın. Burada bir şey de yazıbdı. Ehtimalən məsələn Əl-Sultan oxumaq olar, Əl-Sultan Əli oxumaq olar, oxuya bilmirəm qala. Əlbəttə fərqli oxumaq olar. Əl-Sultan İsmail hətta belə adam bir-birinin ismini yazılıbdı, oxumaq olar. Hər kim bu kitabı, indi rübaini oxuruq. Hər kim bu kitabı dingiləyə, sidq ilə, kəsb eyləyə hüsn-i xulq mənisindən, məhşər günüdə şəfaətin edərlər, Peyğəmbər u şahidin Hüseyn ilə Həsən. Bir ayrı rübaiyə, 100 şükür ki şirin söz ilə tatlı kəlam, şeyxin mədədindən oldu bu nüsxə tamam. Hər kim məni bir fatihə ilə ansın, Tanrı sütuni əfqilə yevmi qiyam. İxtitam çərçivəsini yazıbdı, altında bir tərsə müsəlləs, o müsəlləsin içində Lillahil həmdü vəl minnə kim Tanrı Təalanın tövfiqi mədədi ilə Həzrət Şeyx Səfiyyül Haqqi vəl millə vəl həqiqə və din İshaq sözü olacaq bu. İshaqın qüddəsə sirruhul əziz himmətindən bu kitabı ki, adı hər nədir orada gedib, dür mərifətdən dolu angilinə surət ixtitam buldu. Müsənnifin əlindən dərvişlərin əyağı toprağı Muhammed Katib Əhsənullah əhvaləhu Şiraz şəhrində 950 yıl hicrət tarixində vəssəlamu əla mən ittəbəəl huda. Sağ tərəfində, bu müsəlləsin aşağısında sağ tərəfdə sahibi hazəl kitab Əl-Həqir Ər-Raci Muhammed Xəlil ya Muhammed Cəlil möhrün içində. Bu birisi sol tərəfində yenə sahibi hazəl kitab Əl-Həqirul Fəqir, yenə həman möhür, yəni Ər-Raci Muhammed Xəlil ya Muhammed Cəlil,
və onun altında bir ayrı xətt ilə soralar bəhai hazəl kitab yoxdur. Kitabı qurtardıq. Allaha şükür olsun. Kitabın əslini tapdıq və indirdik, oxuduq, ləzzət tapardıq. Oxumalı kitablardan biri bu kitabdır. İnşallah Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik sağ qalın. Gecəniz gününüz xeyir.